Və bizim Vüqar müəllimin kamerasında problem olduğu üçün görüntüsüz danışacaq. Bunu az öncə bildim. Amma bizim üçün önəmli olan Vüqar müəllimin danışığıdır. Vüqar müəllim, xoş gəlmisiniz. Salam, axşamınız xeyirli olsun. Hər birinizin axşamı Vaxtınız xeyirli xeyir. olsun. Biz sizi Görüntü görməsək də enerjinizi hiss edirik. görüntü olmasa da ümid edirəm ki, səsin vasitəsilə belə deyə də səsə səs verəcəm inşallah. Bəli, bəli. Enerjini hiss Əm, edirik. Bugünkü Bəli, webinarımızın qonağı Vüqar müəllimdir. Vüqar müəllimi artıq bəli. tanıyırsınız. Mən Vüqar müəllimi deyirəm ki, ingilis dili üzrə əjdahadır. Əjdaha müəllimlərdən biridir. Çox sağ ol, Və təşəkkür bugünkü edirəm. mövzumuz isə self-study ilə ingilis dilini öyrənə bilərəmmi? Bilirsiniz Bəli. ki, Vüqar müəllimin bütün podkastları demək olar ki, self-study paketi ilə bağlıdır. Və bu gün biz həmin o self-study paketi haqqında ətraflı danışacağıq ki, sizin hər hansısa bir suallarınız cavabsız qalmasın. Buyurun Vüqar müəllim. Artıq sizi tanıyırlar, elə Hı birbaşa hı. mövzuya keçid edirəm. Əla, əla. Çox sağ olun, bir daha təşəkkür edirəm. Tanımayanlar üçün Vüqar Məmmədov ingilis dili üzrə fəaliyyət göstərən müəllim olaraq 2017-ci ildən Conversation moderatoru kimi başladım. Ondan sonra artıq müəllimliyə keçid aldım və 2022-ci ildə Cambridge-in CELTA sertifikatını da əldə elədim ki, artıq sualları olmasın. Çünki müəllimlik fəaliyyətində tez-tez məndən soruşurlar ki, sizdə IELTS var, sizdə IELTS var. Mən də indi bilməyənlər çox adam bilmir də. Çünki bir çox müəllimlərin IELTS sertifikatı var. Ona görə də normalda soruşurdular. Mən deyirdim ki, okay, IELTS sertifikatı bu müəllimlik sertifikatı deyil. Bu tələbələrə lazım olan bir şeydir. Mən də tələbə deyiləm və tələbə olaraq fəaliyyət göstərmədiyimə görə IELTS almamışam, istəmirəm. Bəli, IELTS-a hazırlaşırdım, amma IELTS imtahanı vermədim. Müəllimlər üçün lazımdır. Məsələn, Celta-dır, Delta-dır. TESOL-dur, bunlar da TKT modullardır. Mən də onlardan ən üst səviyyədə olan Celta-nı aldım. Düzdür, Celta-dan daha çox Delta da var, ən böyüyü. O artıq müəllimlərə dərs deməkdir, o müəllimlik deyil. Belə. Bugünkü mövzumuz çox-çox verilən suallardır və bugün çox aktualdır. Çünki insanlar sözün əsl mənasında artıq kurslardan, müəllim yanına getməkdən beziblər və son illər ərzində, bəlkə son 5 il ərzində mən deyərdim ki, koronavirus dövründən bu tərəfə self-study anlayışı başladı yayılmağa. E, TikTokda, indi ən çox Instagramda və get-gedə bu anlayış daha da artdı, daha da çoxaldı və hər müəllim özünün self-study paketini belə deyək də hazırlayıb insanlara təklif etməyə başladı. Amma əksərinə baxanda, yəni mən çox görmüşəm. Təbii ki, mən də self-study Buyurun. paketi təklif edəndə baxıram ki, digər məsəl üçün müraciət edənlər deyir ki, müəllim filan kəsdə də var da self-study paketi. Yəni sizinki nə ilə fərqlənir? Deyirəm, okey, o dediyiniz adam məsəl üçün kimsə onun var nümunəsi və mənə nümunəyə baxanda yəni çox acınacaqlı bir şey hadisənin şahidi oluram. Yəni məktəb deyirəm, kitabxanalardan, bu kitab satılan yerlərdən adi bildiyimiz gedib kurs bukları alırlar, yaxud məsələn bu 504 kitabı var idi. Ən çox belə tanınmış kitablardan biridir. Lüğət dildə başdan ayağa. Yəni bu cür kitabları alıb və self-study adı altında satırlar və yaxud AI-dan istifadə edərək güya self-study adında nəsə təklif edirlər. E, Self-study tam da demək olmur. Deyə də bilmirsən ki, yox bu self-study deyil. Bəli, self-studydir, amma keyfiyyət baxımından, effektiv baxımdan nə qədər yararlıdır, bunu indi çox adam bilmir. Çünki işləyən zaten görür ki, bu necə bir şeydir. Birinci mövzuya tam da başlamamışdan qabaq bir sual vermək istəyirəm. Yaza da bilərsiniz, chat bölməsində əgər açıqsa, deyilsə də səsi açıb deyə bilərsiniz. Sadəcə maraqlıdır mənə ki, kim elm, təhsil, kitablar haqqında, öyrənmək haqqında, bilik haqqında nə atalar sözü bilir? Birinci belə bir sual vermək istəyirəm. Kim nə atalar sözü bilir? Zəhmət olmasa ya yazardınız ya da səsi açıb deyərdiniz. Bilmək istəyirəm. Brainstorm eləyək, bir dənə yadımıza salaq nə atalar sözləri bilirik. Təkrar biliyin anasıdır. Gözəl, belə deyək də, o almanın düz ortasından vurdunuz. Mən bu atalar sözünü axtarırdım. Başqa amma yenə də varsa, Bilməmək eyib deyil, öyrənməmək aha, eyibdir. qəşəng, əla, super, super. Başqa? Mən atalar sözünün xəstəsiyəm. I know, never say never. Bu şey mahnı yadıma düşdü. Never say never. Okay, bilik insanın sərvətidir. Əlaçı, əlaçı. Sonra nə var, nə bilirik?
Qüvvət Diqqətli ol. elimdədir, başqa cür heç Testlər. kəsə üstünlük eləyə bilməz. Super, super, super. Biliksiz insan qanasız quş kimidir. Əlaçı. It's never late to learn. Əla. Bilikli olanın qolu Yəni, bükülməz. ağıl yaşda Super. deyil, başda da Ağıl olar. yaşları başladı, əlaçı. Öyrənmək üçün əsla gec deyil. Əhsən, maşallah, qəşəng. İnsanı geyiminə görə qarşılayıb, biliyinə görə yola salırlar. Əlaçı, super. Atam bunu tez-tez istifadə edir. Elm ağılın çırağıdır. Əla. Bir gün elmə məşğul olmaq 40 ilin ibadəti. Aha, əla bərabərdir. Elm beşikdən qəbrə qədər öyrənin. Super, super. Əlaçı. Okey, əla. Məncə kifayət eləyər. Mən atalar sözü, ümumiyyətlə mən kitab qurduyam, çox xoşlayıram kitab oxumağı. Aristotel oxuyağımdan da təhsil almaq ən yaxşı pensiya təminatıdır. Bəli, bəli, super, gözəl. Mən uşaqlıqdan atalar belə deyim də, valideynlərim daha çox məni bu Sovet dövrünün adamları olduğuna görə məni o tərzdə böyüdüblər. Evdə yəni çoxlu dolu kitablar, hər dəfə nəsə bir şey olanda atam ya babam bir məsəl gətirirdi, bir atalar sözü deyirdi. İndi dövrün indi özündə də bir şey olan kimi atam deyir, o falan da deyir, ruslar belə deyib, bilirsən ya belə falan atalar sözü var. Mən də o tərzdə böyümüşəm. Nəsə bir şey olanda dərhal bir atalar sözü ya hansısa bir məsəli yadıma salıram. Who doesn't know foreign languages doesn't know his own. Əlaçı, qəşəng. Bilmək deyil, soruşmamaq eyibdir. Bəli, bəli. Bunu da mənim müəllimlərimdən daha çox məktəb vaxtı işlədirdilər. Gözəl. Okey, əla, əla. Um, Biz toxunduq orada elə ən birinci atalar sözü oldu ki, təkrar biliyin anasıdır. Bunun üzərində dayanacaq. Yaxşı, bunları da oxuyum. Deməli, baxım nə yazmısınız. Güc birlikdədir. Aha. Birlikdədir. Aha, okey. Elmli adamın yolu işıqlı olar. Əla. Bilik insanın ən böyük sərvəti. Okey, əla. Bəs eləyir dostlar, bəs eləyir. E, okey, ağıl ağıldan üstündə. Əla. Bəs eləyir dostlar. Maşallah olsun. Atalar sözlərindən boluq. Gözəl, çox sevindim. Deməli, self-study ümumən, bax self-study deyirik. Nədir bu self-study? Ümumən self-study ilə biz ingilis dilini öyrənə bilərikmi? Olarmı? Yəni, mümkündürmü? Yəni müəllimsiz, kursa getmədən evdə tək başına, öz başına, yəni biz bunu öz başına öyrənə bilərikmi? Bugün dostlar mən burada istəmirəm belə motivasiya danışım, sizi yəni qaza gətirim falan. Zaten mən ayda demək olar 2-3 dəfə webinar verirəm. Orada motivasiyaya da toxunuram, disiplin, hər bir şeyə də toxunuram. Amma bugün sizə sırf self-study-nə toxunacağam. Nədir bu, necədir, nə etmək lazımdır? Bu barədə danışacağam. Çünki bugün biz dediyim kimi webinarın əvvəlində çoxlu bu self-study anlayışı çoxalıb. Ondan əlavə, məsələn, biri deyir, yox, öz-özünə öyrənmək mümkün deyil. O birisi deyir ki, mən 3 aya səni native eləyirəm. Biri oradan çıxır 20 günə, biri nə bilim çıxır 40 günə. Filan qədər də pul, belə deyək də, pul tələsir də, pul istəyirlər. Və sən verirsən son bir çarə kimi ki, yox da bir tər pul yığım verim, axır öyrənim bu dili, həyatımı dəyişim. Amma bu şeylərin içində həqiqət varmı? E, Yox demək də olmur, var da demək olmur. Çünki bəli, nəsə də öyrənirsən, amma bu o demək deyil ki, mən artıq ingilis dilini və yaxud digər dilləri bilirəm. Bunu etmək mümkün deyil. Və ona görə bugün biz, bax bu nə mümkündür, nə mümkün deyil, hansı səhvlər edilir, necə nəticə əldə eləmək, bunlardan danışacağıq inşallah. Self-study dediyim kimi son 5 il ərzində, 5-6 il ərzində meydana çıxır və əslində çox adam self-study edir, amma müəyyən bir məqamda ilişib qalır. Və onu çalışacağım, izah edeyim ki, niyə görə ilişib qalır, nə məsələ bu, nədədir? Self-study soruşanda ki, məsələn, məndə hazır bir mesajlar olur, ya kimsə maraqlanır, deyirəm self-study. Self-study nə deməkdir deyirəm. Deyirəm ki, okey. Self-study o demək deyil ki, kitabı açdın, 2 gün video izlədin, sonra yox oldun, çıxdın, getdin. Yəni self-study birinci növbədə sistemdir. Ümumən nə ilə məşğul oluruqsa olaq, sistem yoxdursa, nəsə düzəməlli bir nəticə əldə etmək çox çətindir. Çünki sistem olmayan yerdə irəliyə bilmirsən çox. Türkə çarə belə göz yumulu irəliləyirsən. O deyir, bəxti gətir. Elə fason bir şey olur. Ona görə sistem self-study'nin əsası, kökü sistemdir. Yəni sənin planın olmalıdır, istiqamətin olmalıdır, materialların düzgün olmalıdır, davamlılığın olmalıdır.
Bütün bunların olmasa, yəni bütün bunların zəminində edə bilmirsənsə, deməli sənin sistemin yoxdur. Bilirsiniz, problem ondadır ki, belə deyək də, çox adam əslində self-study eləmir. Bir növ mood study eləyir. Bilirsiniz, mood study nədir? Yəni, keyfi istəyəndə, həvəsi gələndə oxuyur. Bu gün mənim motivasiyam fışqırır, işləyəcəm 25 saat. Ola bilərsə 10 gün depressiyada oldum, mən heç nə eləmədim. Bax, ona görə bu mood studydir. Çox adam mood study eləyir. Yəni, keyfi olanda, həvəsə gələndə işləyirlər. Ya, bir gün qoşuldular Vüqar müəllimin webinarı. Vəsiyo, sabahdan başlayacağam. Açdı, bütün kitabları tökdü, orası burası. Bugün işlədi, sabah yoxdur. Yəni, yaxud da bir gün qrammatika işləyir, bir gün seriala baxır, nə bilim, bir gün application işləyir, bir gün TED Talks-a baxır. Sonra növbəti gün heç nə eləmir. Bu sistem, yəni əslində sistemsizlikdə sonda da deyir ki, okey, məndə ingilis dili alınmır. Alınmır da məndə. Amma indi bu Vüqar müəllim də ki, buradan çıxıb deyir ki, bala, məsələ səndə deyil. Məsələ sistemsizlikdədir. Yəni problem burdadır. Sistemin yoxdur deyə səndə düşünürsən ki, alınmır. Aydındır? Digər bir məsələ, biz dilə, yəni məktəb vaxtından buna bir fən kimi baxmışıq. Yəni bizə ingilis dili fənni tədris edilib də. Yəni bizə bunu fən kimi tədris ediblər. Fən kimi öyrətməyə çalışıblar. Necə ki, fizikadır, kimyadır, hə? Ya riyaziyyatdır. Amma bilməli olduğumuz nədir? Dil bacarıqdır. Yəni dil bu fizika, kimya kimi deyil. Deyil, düzdür, amma çalışırlar eləsinlər ki, yox, yox, al bu düstur kimi də. Məsələn, riyaziyyatda necədir ya fizikada? Düstur verdi, sənə rəqəmlər verir, gedirsən şərti oxudun, tapşırıqını oxudun, rəqəmləri yerinə qoyursan, düsturu hesablayırsan, bir nəticəyə gəlirsən də. Və bu gün dili də, ya məktəb olsun, ya indi müəllim olsun, kurs olsun, bu tərzdə öyrədir. Al sənə bu şablon, bu strukturu, yerinə bu sözləri qoy, al bu testi elə, bu da sənin ingilis dilin. Deyil. Yəni bu məktəb vaxtında zaten belə olur, amma belə deyil. Ona görə deyirəm, dil bacarıqdır. Sən o bacarığı özündə formalaşdırmalısan. Məsələn, həmişə deyirəm, deyək ki, mən kitab oxuyuram, bu sürücülük kitabını, hə, indi Talibovun kitabıdır. Mən onu oxuyub qurtarandan sonra maşın sürə bilərəm. Yəni deyə bilərəm ki, mən də kitabı əzbər bilirəm, mən sürə bilərəm. Yox, təbii ki. Və yaxud nə bilim, üzgüçülüyə aid bir kitab oxudum, ya nəsə bir məqalə, ya nə bir şey oxudum. O demək ki, mən artıq üzə bilirəm. Ya deyək ki, boksla məşğul. Mən kitabda baxdım hərəkətlərə, o demək ki, mən artıq bilirəm bunu. Yox, bu bacarıqdır. Yəni mən bu bacarıqla, yəni bunu realda etməsəm, bu məndə formalaşmayacaq. İstənilən bacarıq da necə formalaşır? Təkrarla. Təkrarçılıqla. Bax, ona görə bayaq dedim ki, atalar sözündən. Təkrar biliyin anasıdır. Biz atalar sözü əslində kifayət qədər adamlar bilir. Baxdıq ki, nə qədər atalar sözü. Amma biz atalar sözünün əslində dərinliyinə varırıqmı? Yəni qəşəng səslənir, işlədirik, amma dərinliyinə baxmırıq əslində. Səthi baxırıq. Təkrar biliyin anası. Niyə atası deyil? Niyə babası deyil? Niyə nə bilim falan qardaşı? Niyə anası? Çünki yaradılış hardan başlayır? Anadan. Ona görə deyir, bilik, təkrar biliyin anasıdır. Yəni, yaradılış oradadır. Öyrənmək istəyirsənsə, yaradılmaq istəyirsən, sən təkrar eləməlisən. Hara fırırsan fıra, bu belədir. İngilis dildə eynidir. Maşın sürməyi öyrənmək istəyirsən, sürəcəksən, təkrar-təkrar sürəcəksən, öyrənəcəksən. Mən məsələn, maşın sürmək bu kursuna yazıldım. 20 dərs, 10 dərs idi. Mən plus bir dənə də 10 dərs götürdüm ki, daha çox praktika eləyim. Və ondan sonra da maşın aldım və başladım artıq dərsdən əlavə də deyək ki, praktika eləməyə. İndi bu dil məsələsinə gələndə də elə olmalıdır. Və biz deyirik ki, deyək ki, bir kursdur, ya müəllimdir, həftədə 2 dəfə, həftədə 3 dəfə məşğul olur. Və sən gedirsən həftədə deyək ki, 2 dəfə, ayda bu 8 dəfə eləyir, 2 ayda artıq 16 dəfə. Və sən baxsan ki, 2 ay keçib 16 dərsə hələ hamısına girmisən, girməmisən. O 16 dərsin hərəsi 1 saat olur, o tam 16 saat olub, olmuyor. Yəni işıqlar söndü, biri çay içdi, biri nə. Hələ heç 16 saat tam da olmuyor. Və biz düşünürük, biz 2 ayda məşğul oluruq, bizdə niyə irəliləyiş yoxdur? Çünki düşünmürük ki, mən 2 ay məşğul olmamışam. Mən cəmi 16 saat ən yaxşı halda məşğul olmuşam. Və 16 saatlıq mən öyrənmişəm. Mən 2 aylıq öyrənməmişəm. Ona görə deyəndə ki, hə, məsələn, deyir, Vüqar müəllim soruşurlar, siz neçə bir level'a nə qədər vaxta keçirsiniz? Deyirəm, okey, normalda, yəni kurslarda belədir ki,
beginner'da, elementary level'da bunlar 2 aya keçirilir. 2 ay 2 ay olur. Növbəti artıq yuxarı level'lar 3 aya keçirilir. 3 ay 3 ay. Amma deyirəm bax, məsələn, elementary level'ını götürəndə deyirəm ki, 2 ay qoşulduğun elementary biz dərs 2 aya qoşulduq. Elementary level'ını bitirdik kitabını. Hə? Amma deyirəm ki, baxaq. Cambridge-in şkalası var. İstənilən adam internetdə yaza bilərsiniz. English Learning Hours yazsanız, orada çıxacaq şkala. Ki məsələn beginner level'ı 90-100 saatdır. Elementary level 180-200 saatdır. Nə bilim B1 səviyyəsi 350 saat və bu get-gedə gedir ta ki 1200 saata kimi C2 level'ına. Və deyirəm ki, okey, bax orada yazılıb ki, yəni özümdən demirəm də, bu Cambridge-in qoyduğu şkaladır ki, elementary level'ını adlamaq üçün 180-200 saat lazımdır. Deyirəm, biz səndən 2 ay məşğul olmuşuq, 2 ayda 16 saat biz dərs keçmişik. İndi deyirəm ki, müqayisə eləyək, 16 saat ara, 200 saat ara. Pütürsən, bu nətər olur bu? Necə bəs, mən 2 aya 200 saatı necə keçim? 200 saat iminə müəllimlə işləməlisən? Xeyr. Müəllim yol göstərəndir. Mayaqdır da. Müəllim yol göstərir ki, bax bunu elə, onu. Mən hər dəfə bunu nümunə deyirəm. Kim baxıbsa Matriça filminə, orada qəşəng bir səhnə var. Neo və orada əsas aktyorlardan da biri Neo, bir Morpheus idi. Morpheus Neo'nu gətirir baxıcının yanına. Qapının ağzını dönəndə Morpheus gözəl söz deyir. Neo, bax, mən sənə ancaq doğru qapını göstərə bilərəm. Ay sağ ol. Bəli, qapını açır, qapıdan keçmək. Bəli, deyir ki, mən sənə ancaq doğru qapını göstərəm. Qapını amma özün açıb keçməlisən. Həmin bax o Morpheus da müəllimdir. Yol göstərən, yəni müəllim yol göstərən, doğru qapını göstərəndir. Tələbə artıq özü eləməlidir. Müəllimlə ta məsələn 200 saat məşğul olmamalıdır. Yəni bir level üzərində. Onda sual yaranır ki, tamam, bəs onda 2 aya elementary level necə keçirlər? Deyirəm ki, hesablayaq da. Məsələn, tələbə hər gün 3 saat məşğul olarsa öz üzərində, bu 1 aya, yəni 30 günə 3 saat vurulsun 30 gün, bu elədi 90 saat. Adi hesablama. İkinci ayında 90 saatını gəldi, elədi 180 saat. Hə, bax o zaman biz 2 aya elementary level-ını adlayarıq ki, biz gündə ən azından 3 saat məşğul olaq. Yoxsa 16 saatla biz hətta kitabı qurtarsaq belə, o demək deyil ki, biz artıq elementary level-dayıq. Aydındır? Belə. Sonra Müəllimə dərsə başlayırıq. necə? Müəllimin sözünü kəsməyək, zəhmət olmasa. Davam edin Vüqar müəllim siz. Ha, okey. Dediyim kimi, dil bir bacarıqdır və o da təkrarçılığın üzərindən formalaşdırılır. Təkrar biliyin anasıdır və bunu dedik. Amma bizdə necədir? Məsələn, çox vaxt baxırıq ki, dediyim kimi məktəblərdən elə indinin özündə də ancaq qrammatika, deyək ki, bir ya lap özün də məşğul olsan, ya indi bilməyəndə, ya hər hansı bir müəllimlə bir 5 il məsələn qrammatika oxuyur, nə 200 dənə qayda əzbərləyir. Sonra gəlir ki, how are you? Ondan tərəfəsi yoxdur. Niyə görə? Sual soruşanda elə tələbəm olub ki, məsələn, məndən söz bazası daha çox olub. O bir sayt var idi, ora girdi, elə belə yoxladıq. Məndə 19 min söz oldu. Güya mən də 19 min söz bilirəm. Bu tələbəmdə isə 21 min ya 22 min söz göstərir. Amma ən yaxşı halda elementary səviyyəsində danışa bilirdi. Aydındır? Niyə görə? Çünki adam ancaq beynindən məlumat yığıb, amma istifadə eləməyib. Okay? Amma dil necə inkişaf eləyir? İstifadə ilə. Dediyimiz kimi, maşını necə öyrənirsən sürməyi? İstifadə eləyərək. Okay? Ona görə dinləmə, təkrarlama, danışma, reaksiya bildirmə, bunlar çox vacibdir. 11 il bu məktəbdə ki oxuduq, nə bilim 4 il sonra universitet, belə də 15 il, 2 il magistratura 17 il, sonra yenə kursa getdik falan filan. Ortalama baxırsan ki, bir 20 il əslində 20 il biz güya ingilisini öyrənmişik, amma ortada bir şey yoxdur. Aydındır? Çünki niyə? Bizim orada sistem olub, amma doğru sistem olmayıb. Yəni testə fokuslanmışıq, əzbərləməyə fokuslanmışıq, səhv etməməyə fokuslanmışıq ki, olmaz səhv etmək. Səhv eləyəndə nə edirlər məktəbə? 2, getdin, ağlaya-ağlaya. Bir qırmızı da yekə bir dənə dəftərə yazırlar. Belə olmamalıdır yəni. Bu tərzdə olmamalıdır. Yəni zaten dedim ki, 20 il bu sistemlə eləmişik, amma ortada bir şey yoxdur. Deməli ki, sistemdə nəsə axsaqlıq var, sistemi dəyişmək lazımdır. Başqa bir şeylər yoxlamaq lazımdır. Çünki danışıq üçün nə lazımdır? Rahatlıq, repetitiondır, təkrarçılıq lazımdır, input lazımdır.
qulaqlara nəsə girməlidir, lor dildə desək. Və onu nə? Aktiv istifadə etməliyik. Yəni istifadə etməsə sadəcə yığsaq, bu bizə yenə də kömək olmayacaq. Aydındır? Belə. Dil, məsələn, sual versək ki, baxın, Azərbaycan dilini, kim Azərbaycan dilini məsələn, məktəbdə öyrənib və yaxud kim Azərbaycan dilini qrammatika ilə, söz əzbərləmə ilə, yəni Azərbaycan dilini kim kitabla ya kursa gedərək öyrənib? Kimsə deyə bilərmi ki, Azərbaycan dilini mən getdim filan kursda öyrəndim, danışmaqdan gedir söhbət. Yaza bilərsiniz, istəsəniz və yaxud səsi açıb da deyə bilərsiniz. Çox eşitmişdi, artıq öyrənir hesab olunur. Aha. Mənə maraqlıdır ki, məsələn biz deyirik ki, ingiliscə kursa gedirəm, rus dilindən kursa gedirəm. Biz Azərbaycan dili, indi Azərbaycan dilindən kursa gedən də var, o heç, o TQDK hazırlıqla. Mən onu da danışmıram. Yəni dili biz sualıma görə buradan yəni biraz qəribə səslənə bilər ki, kim aysə uşaqlıqdan danışaraq, eşidərək, aysə belə. Yəni heç kim Azərbaycan dilindən kursa gedib öyrənməyib. Aydındır? Sıfırdan öyrənərək qramı bilməliyik ki, zamanları sualları qoya bilərik. Yenə də uşaq vaxtından bizə valideynlərimiz gəlib deməyib ki, bugün biz indiki davam edici zaman keçirik. İndiki davam edici zamanı düzəltmək üçün, nə bilim, birinci şəxsin təkində ır, yaxud nə bilim, əm şəkilçi olacaq, ikinci şəxsdə ır olacaq. Heç kim belə eləməyib. Bunları biz hamısı məktəbdə öyrənmişik, bu qrammatikanı. Aydındır? Biz məktəbə kimi məgər danışa bilmirdik, zaman bilmirdik, necə istifadə edir, gəldim, getdim, bilmirdik, eləyə bilirdik. Biz bunu şuuraltı eləmişik, biz bunu düşünmədən eləmişik, fikirləşməmişik. Heç biz qrammatika sözü bilmirdik nədir, uşaqlıqdan o danışırdıq da, düzgün də istifadə edirdik kimi. Məktəbdə artıq öyrəndik ki, qrammatika, mübtəda, xəbər, orası, burası. Aydındır? Belə. Deməli, yenə də uşaq məsələsinə qayıdıram. Biz uşaq olanda, yəni biz qrammatika kitabı bizə öyle keçilməyib. Məsələn, necə var ingilis dilinə aid qramma kitabları var da, fərqli. Bizə Azərbaycan dilini öyrənəndə biz bunu eləməmişik. Nə eləmişik? Bir şeyi 1000 dəfə eşitmişik. Bizə o beyin pattern qurur da, nümunələr. Dil özü patterndir, yəni nümunələrdir, strukturlardır, hazır. Gəl bura, apar bunu, yeməyini ye. Aydındır, cümlə strukturları. O qədər eyni şeyi təkrar eşitmişik ki, və artıq o bizim beynimizə həkk olub, yazılıb. Ona görə bugün soruşanda ki, məsələn, indi istisna halları çıxmaq şərti ilə deyirəm ki, məsələn, kim ədəbiyyatdan hər hansı bir şeiri əzbərdən yadında saxlayıb, şeiri əzbər bilir. İndi tək-tük adamları saymıram. Məsələn, mənim mamam ədəbiyyat sevər olub, indi də sorsan hansı bir şeirləri əzbər deyə biləcək. Amma statistik bir tələbə üçün soruşanda heç kimin məktəb vaxtından öyrəndiyi bir şey yadında deyil. Yəni öyrənmişik, 5-mizi, 4-ümüzü almışıq və salam, bitdi, getdi, unutduq. Amma uşaqlıqda öyrəndiyimiz bu dərsə gedən bir uşaqdır, nə bilim, xoruzdur, sonra keçidir. Bunlar bizim indi də yadımızdadır. Niyə görə? Sual yaranır. Çünki biz onu oxuyub, məktəb vaxtı üzündən əzbərləyib eləməmişik. Eşitmişik, anamız, atamız təkrar eşitmişik onların səsindən. IPP, qan xoruz, o qədər eşitmişik IPP, qan xoruz. Sonra özümüz artıq onu deyəndə o beyinə gedib, həkk olunub beyinə. İndi başqa şeirlər də var. Mənim bağça vaxtından öyrəndiyim bir kuplet rus dilində bir şeir belə yadımdadır. O qədər ona dedizdirmişlər, eşitmişdim ki, o belə mənim yalan. Amma rus dilində başqa bir şeir bilmirəm. Aydındır? Yəni, çoxlu biz input eləmişik, eşitmişik. Yəni, yenə də deyirəm, hələ biz qrammatika falan filan söz bunlardan danışmırıq. Yəni, birinci bizdə çoxlu eşitmişik və eşitdiyimizi təkrar eləməyə başlamışıq. İlkin mərhələdə çətin olub, bəli, səfsir danışmışıq, əyri-üyrü danışmışıq. Bizim özümüzə belə deyəndə, məsələn, deməyiblər, al yeməyini ye, deyib, əppə ye, heç əppə söz var, məsələn, belə yoxdur da. Amma belə əyri-üyrü artıq eşidə-eşidə öyrənmişik, instinktiv olaraq və həmçinin gözümüzlə jestləri görmüşük ki, məsələn, aha, bu jest bu sözə uyğundur. Ondan sonra mən də onu təkrar eləməyə çalışmışam. Məsələn, yemək istəyəndə əlimlə ağzıma göstərmişəm ki, yemək, məsələn, ya əppə demişəm. Yəni, fərqlidir, kimsə yemək sözünü deyib, kimsə əppə deyib və s. Və yenə əsas sual olaraq ki, self-study ilə
öyrənmə mümkündür və yaxud da ki, self-study ilə hansı səviyyəyə gəlmək mümkündür? Məsələn, məndən bu sual da verirlər ki, sizdə self-study paketləri hansı səviyyə kimidir? Deyirəm ki, bəli, self-study ilə mümkündür öyrənmək və A2, B1, B2, hətta C1 səviyyəsinə kimi gəlmək mümkündür. Amma yenə də vacib bir nüans var. Nədir bu? Təkcə məlumat toplamaq kifayət deyil. Bunu bayaq da dedim. Yəni, self-study paketi, okey, Vüqar müəllim, yaxud indi kimsə hansısa bir müəllim dedi, self-study aldım, əla, super. Bu məlumat olaraq yığdım. Amma bunu mən yenə də istifadə eləmirəmsə, at onu qırağa. At onu qırağa. İstifadə eləmirsə, nə edəcəksən onu? Aldın. Çox olur, məndən self-study paketi alıblar, biraz işləyib atıblar kənara. Ha, nə oldu? Niyə işləmirsən? Ha, müəllim, nə bilim, işim belə gəldi. Ay, filan işimi dəyişdim. Ay, ailədə problem var. Hər bir dənə söz deyir. Aydın. Amma bu yəni də doğru olsa belə bəhanədən başqa bir şey deyil. Demirəm yalan deyir, amma yenə də bəhanə sayılır. Yəni sən istəsən əslində vaxt tapa bilərsən. 24 saat verilir də 1440 dəqiqəmiz var gün ərzində. Yəni o ruslar deyir, neujeli 1440 dəqiqədən biz 15-20 dəqiqə vaxt tapa bilmirik hər gün. İstəsək daha çoxunu taparıq. İstəmirik. Məsələ baba, istək yoxdur, istəmirik. Həvəs yoxdur, istək yoxdur. Biz hər şey istəyirik, belə tutma çalaq anidən baş versin. Olmur elə. Ona görə atam həmişə deyir, o Dədə Qorquddan deyir, səbr elə, halva bişər, ey qora səndən. Bəsləsən yarpaq olar, bəsləsən atlas olar, tut yarpağından. Ya biz səbirli olmuruq, istəyir, yox, biraz məşğul olduq. Aha, niyə nəticə? Nəticə görüm də tez. Niyə görmürəm? O problem budur. Ona görə, bəli, şey aldın, paketi əldə elədin. Ya paket, yəni fərqi yoxdur da, yəni ödənişsiz nəsə bir əldə eləmisən. Dinləməlisən, təkrar eləməlisən, ucadan danışmalısan. Bugün utanır çoxsa, ürəyində danışır. Shadowing etməlisən, gündəlik kontakt yaratmalısan, kimdənsə danışmalısan. Məsələn, bugün mən bütün günü çəkilişdə idim, ya getmişdi ora-bura. Dostuma deyirəm ki, ingilis dilini deyirəm, istifadə elə də məndən, danışıq ingilis dilində. Ha, biraz danışandan sonra keçdi Azərbaycan dilinə. Ha, nə oldu? Bilmirəm o ingilis dilini necə deyim. Ha, deyirəm, eybi yoxdur. Əyrü-üyrü də səhv denən heç olmaz. Öyrənəcəksən də. Hə, belə bir şey o. Ya, alım, mən deyənmədim keçdi. Ha, nə olsun? Əslində desə deyə bilər. Sonra mən ona deyəndə ki, belədir axı. Məsələn, bu cümlə, deyirəm, bu cümləni bilmirsən, deyə söz falan filan. Belə, hə, bilirəm, prosto nəsə ağlıma gəlmədi. Niyə gəlmədi? Çünki sən Vüqar müəllim deyəndə ancaq yadva düşəndə praktik eləyirsən. Nə olur? Gəl qulağından tutun bunu. Bir dəfə dostum gilə getmişəm Astaraya. 12 gün qaldım orada. 12 gündə mən sizə inandırım sizə qulağından tutub öyrədirdim. Gecə yuxusu gəlirdi. Qoymurdum yatmağa. Deyirəm, xeyr, bu günü sən tapşırıq işləməmisən. İngilislə məşğul ol. İşdə sonra. Yuxulu da belə, yəni mən onu axı Vüqar müəllim belə, yəni istənilən digər bir müəllim belə eləməməlidir. Sənin qulağından tutmamalıdır, başının üstünə dayanmamalıdır. Sən özün bunu məsuliyyəti özün almalısan əlvə, öz çiyinlərinə götürməlisən. Əks təqdirdə Vüqar yox istəyir bura Elizabettanın atası otursun, həm kral otursun burada, xeyri yoxdur. Sən özün istəməyincə heç kim eləməyəcək. Sən yəni həyata girməlisən, ya sən dilin həyatına girməlisən, ya da dil sənin həyatına girməlidir. Yoxsa yəni understand edirəm, danışa bilmirəm vəziyyətinə gəlib çıxacaqsın və ən yaxşısı. Aydındır? Yəni passiv prosta input eləmək də mənası yoxdur. Aktiv usage eləmək, yəni aktiv istifadə eləmək lazımdır. Mütləq şəkildə. Aydındır? Sonra başqa bir məsələ, səhvlərdən danışanda, digər bir məsələ odur ki, yenə də sözün kökü, ümumiyyətlə self-study'nin kökü sistemin olmağındadır və yaxud olmamağındadır. Hər gün bir dənə metod dəyişir. Aydın, mən nə qədər metodlar eşitmişəm, inanırsınız, hərə bir dənə metod çıxardır özündən. Deyir, müəllim, siz hansı metodla dərs keçirsiniz? Deyirəm, valla, yəni, mən bildiyim bir dənə metod var da. Yəni, dilin öyrənməyin bir dənə metodu var. Yəni, Azərbaycanlı uşaq, valideyn Azərbaycan öz övladına, məsələn, quqquliqu metodu ilə öyrədir. Nə bilim, Amerikanlı ləhlülülü metodu ilə öyrədir bəyən. Deyirəm, metod bir dənədir. 50 dənə metod yoxdur. Amma bugün axı qulağa xoş gəlir. Metod, filan metodla öyrənirəm.
Ha səndə nə metod? Alfa, beta, qamma dalğaları ilə təsir edirəm sənin beyninə. Yatanda öyrənəcəksən. Qoy qulağının naşını. Nə danışırsan sən? Belə asan deyil, hamı onda yatanda qulağının naşını qoysun, öyrənsin də. Onda mən dünyanın istənilən dilini öyrənərəm ki elə. Yoxdur. Belə şey yoxdur. Aydındır? Ya nə bilim, dediyim kimi, hələ bir metodla gəlir. Falan metodu. Ad da qoyurlar. Ellər metod. Deyirəm, "Vay, elə bir şey yoxdur." Yəni, xoş gələ bilər qulağa. Ha, bu metodla 3 ay ingiliscə danışacaqsan. Deyirəm, gəl mənim dərsimə 1 saatda danışacaqsan ingiliscə. O müəllim, daha elə də yoxdur. Deyirəm, nədir ki? Mən demədim ki, 1 saatda sən Xəmsə, Nizaminin Xəmsənin əsərini danışacaqsan. Bəli, 1 saatda müəyyən şeyləri öyrənib danışacaqsan. Görsən mən də dedim, demədim ki, sən 1 saata falan şey eləyəcəksən. Dedim, hə, sən də 1 saata sən də danışacaqsan. Nə danışacaqsan? Bir Nə çay qədər ver danışacaqsan? içimden, bir çay ver. Aha. Nə maraqlı. Hə, Bəlkə bu deyirəm hansısa antrakt yayınında. MMC-nin adamlarıdır. Vüqar müəllim özlərini göstərirlər. Özünüz tanıyırsınız da hansı MMC-dir o adları. Çıxartdım şeydən, dərsdən. Siz davam eləyin. Hə, okey. Çox maraqlı. Qəribə bir şey oldu. Öz aləmlərində, yəni nəsə təlimi dağıtmaq istəyirlər, amma yadlarından çıxıb ki, yəni burada nəzarətçi mənəm. Oo, Buyurun, davam eləyin. Çox maraqlı. Olur belə şeylər. Ha, ilk Yaşları dəfə azdır, görürük ya, təcrübələri belə şey. azdır. Müəllimlər arasında Bəli, bilirdim, bəli. bunun arasında görməmişdim. Biz Belə. öyrəşmişik. Buyurun. Hə, dediyim kimi, gündə bir dənə metodlardan danışırdıq. Hərə bir metod çıxardır. Yenə də bu metod dəyişmək də yenə də olmaz. Yəni bir gün məsələn Duolingo işləyirsən, o bir gün Netflix-ə baxırsan, yəni başqa gün qrammatika kitabı işləyirsən, sonra təzədən YouTube işləyirsən, sonra AI-dan istifadə edirsən, ya podkast edirsən. Bilirsiniz, beyin çaşır. Consistency yoxdur, davamlılıq yoxdur. Hər dəfə bir dənə şey eləyirsən, beyin diyor, bu sən nə edirsən ha qardaş? O məsələn instituta girəndə yazırıq 8 dənə yer. Və mən həkim olmaq istəyirəm. Həkimə balım çatmazsa santexnik olaram. Santexnik olmasam müğənni olaram. Deyirəm elə şey olur. O necə? O nə deməkdir? Yəni adamın bir dənə istəyi olardı. Mən həkim olmaq istəyirəm. Mən nə bilim advokat olmaq istəyirəm. Mən müəllim olmaq istəyirəm. Yoxsa bu olmasa bu, bu olmasa bu. Ona görə mənim elə özümə də aiddir. İnstitut vaxtı patok olaraq bütün 90 nəfər idi. O 90 nəfərdən 10 nəfər heç ixtisas üzrə işlədi ya işləmədi, davam eləmədi. Yəni mən özüm IT sahəsini bitirmişəm, amma davam eləmirəm o sahədə. Çünki bizim balımız ora çatıb, biz ora girmişik. Amma biz istəmişikmi bunu? Yox. Məsələn bir adam tanıyırdım, bir tanı eşitmişdim. Bir xanım idi. 650 baldan kəsilmişdi. O, nə 600-ə. Deyirəm, bəli, adam bir dənə yer yazmışdı. Çünki o bilirdi nə olmaq istəyir. Yəni nə ürək cərrahı, beyin cərrahı, bilmirəm nə isə. Onda deyəsən qaldırmışlar, mənim 665 bal idi, nəsə eləmişlər. Ona görə 650 balını kəsmir. Amma sonra eşitdiyimə görə növbəti ilə hazırlaşdı, getdi, girdi. Deyirəm, ay əhsən, adam bilir, istəmir ki, mən filan şey olmasam filan yerə girərəm, eybi yoxdur. Adam deyib, eybi yox, bir il gecikirəm, amma əsas istədiyim yerə girim. Məsələ. Aydındır. Sonra sonra deyirlər, ey ay müəllim, bəs qrammatika falan zaten kimə baxırsan bu gün dərs deyəndə, ay desələr də qrammatika falan, girib baxsan ki, bu qrammatika keçir də adamda. Ya demirəm, qrammatika lazım deyil. Qrammatika lazımdır, amma qrammatika bir növ xəritədir də, bu xəritə. Amma deyil, bu yoldur. Sən xəritəni əzbərləyib deyənməsən ki, mən artıq yeriyirəm. Qrammatika deyiləsən, qrammatika əzbərləyib deyənməsən ki, mən ingiliscə danışa bilirəm. Sən yeriməsən, yerimə bilməyəcəksən yəni. Aydındır? Yəni yeriməlisən ki, okey, xəritən var, baxırsan ki, xüsusi məsələn filan yerə gedirəm, filan xəritə üzrə. Da xəritənin bütün hamısını əzbərləməyə ehtiyac yoxdur. Hara gedirsən, o xəritəni amma get. O yolda gedəndə ola bilər səhv yol döndün, yolda büdrədin, ayağın ilişdi, yıxıldın. Elə bir dil öyrənirsən, eyni şeylərlə rastlaşırsan. Səhv yola getdin, nə bilim yıxıldın, nə bilim düzgün danışa bilmədin, bir vaxtı həvəsin öldü. Yəni fərqli-fərqli situasiyalar yaranacaq. Amma məsələ ona görə deyim, consistency, davamlılıqdır. Davam eləməlisən. Aydındır? Və yenə də bugün bütün insanların demək olar ki, ən böyük problemlərindən biri nədir? Qorxu, utanmaq. Ha, nə olub? Ay yox, birdən səhv eləyərəm. Ay qardaş, səhv etmədən heç nə öyrənə bilmərsən, heç nə. Uşaq da səhv eləyir də. Problem səhv eləməkdə deyil, problem danışmamaqdadır. Hətta bir hekayə kitabı var o storybooklardan. Skateboarder-də səhv etmirəmsə adı elə idi, Skateboarder.
balaca starter səviyyəsində səhv etmirəmsə kitab idi. Çox gözəl kitabdır. Motivasiya adamı fışqırdır. Orada bir xanım, bir qız olur, skateboard sürməyi öyrənmək istəyir. Amma gedir praktik eləməyə hardasa maşın stayankasında yıxılır hər dəfə. Sonra həvəsdən düşüb bir dəfə geri qaydanda görür bir uşaqdır, balaca körpədir, anası ilə oynayır. Anası bunu yeriməyi belə deyək də öyrətmək istəyir. Uşaq biraz gedir, yıxılır, durur, gülür, yıxılır, durur, gülür. Bu da baxır ki, bu uşaq pes etmir. Yəni vaz keçmir. Yıxılır, hətta gülür, durur təzədən davam eləməyə. Adam baxır, həvəsə gəlir. Deyir, uşaq əgər bunu saxlamırsa, dayandırmırsa, mən niyə dayandırmalıyım? Təzədən qayıdır, təzədən skateboardla o sürməyi praktik etməyə. Yenə yıxılır, yıxılır, o yıxıla-yıxıla artıq öyrənir. Eyni buna da aiddir. Qorxmaq olmaz. Düz deyə belə deyəndə asan gəlir, amma deyirsən ki, yox, indi qorxular var, bu psixoloji məsələlər var. Onların üstünə yəni bu Vüqar müəllim buradan dedi, sabah mən qorxmayacağam deyil. Bu işləmək lazımdır bunun zaten üzərində. Yəni bu bir gündə həll olması bir şey deyil. Bu bizə ta uşaq vaxtında, məktəb vaxtından bizə ki, sus, ona danışma, olmaz. Belə ağzımızdan vurublar. Nəsə demək istəmirsən, olmaz, danışmaq olmaz. Niyə olmaz? Mən danışmaq istəyirəm, mən fikrimi çatdırmaq istəyirəm. Olmaz. Olmaz, olmaz, getdi. Yaxud şey eləyirlər, nəsə danışsan, səhv elədin, otur 2. Baxın, görürsən, 5 aldı. Niyə? Niyə onun cəmaatın yanında, digər tələbələrin yanında, uşağın yanında alçaltmırsan, amma pis olur da, özünü pis eləyir. O da başlayır müqayisə eləmək ki, Əli, Vəli, Pirvəli məndən yaxşıdır. Mən Lutsiyonda heç danışmayayım, heç pis olmayayım, qoy heç məni bilməsinlər. Aydındır. Bu dərin məsələlərdir əslində. Danışanda gedirsən, hara-hara çıxırsan. Belə. Sonra motivasiyadan çox danışırlar. Deyirəm ki, okey, motivasiya əla bir şeydir, amma həm də yox. Çünki motivasiya sənin düşmənindir əslində. Müəllim, necə yəni, motivasiya niyə düşmən? Deyirəm, bax, motivasiya budur ki, Vüqar müəllim gəldi, danışdı, əla olsun. Dəng, dediyin kimi, sabah başlayıram. Okey, sabah başladım. 2 gün, 3 gün, 5 gün. Bir həftə getdin. Həm bir ay getdin. Sonra nə oldu? Nəsə oldu, dayandın. Bir gün dayandın. Bir gündən heç olmaz. Okey. Keçdin 2-ci gün. 2-ci gün işlədin, 3-cü gün işlədin. Təzədən nəsə oldu, dayandın. Sonra 2 gün artıq dayandın. Və bu balaca dayanmalar uzanır. Axırda deyirsən ki, nəysə, başım buraxdım. Ona görə deyirəm ki, heç vaxt, heç bir günü boşa... Atam həmişə nağıl danışırdı. Deyir ki, gününü itirmiş uşaq. Deyir, nədir? Bugün nə öyrənmirsən? Deyir, heç nə. Deyir, bugün çox şey itirmirsən. Heç nə öyrənməmsən. Yəni, heç nə öyrənməmsənsə, deməli, sən o günü itirmirsən. Biz mükəmməliyyətçiyik axı. Biz deyirik, yox, mən günə özümə patolog qoymuşdum ki, 1 saat məşğul olmalıyam. Mən bir gün 1 saat məşğul ola bilmədim. Onda mənim günüm itdi. Qardaş, niyə itir ki? 1 saat məşğul ola bilməm. Neçədə 10 dəqiqə vaxtım var. Məşğul 10 dəqiqə. Kim sənədir ki, 1 saat mütləqdir? 10 dəqiqə vaxtım var, 10 dəqiqə. Hətta o applicationlar var, tətbiqlər. Həmişə deyirəm, yükləyəndə sənə sual verir. Gün ərzində minimum nə qədər məşğul ola bilərsən? 100% əminəm ki, tətbiq o applicationlar işləyənlər, Duolingo olsun, Busu olsun, orada çıxıb bu sual. Deyir, bax, özü verir orada. Günə neçə dəqiqə məşğul ola bilərsən? Yazılıb orada 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə. Bu nə deməkdir? Bu sənin limitini göstərir, sənin özünə. Ki, sən özün deyəsən ki, mənim gün ərzində mənə 5 dəqiqə, 5 dəqiqə nədir ki, məşğul ola bilərəm. Dostuma application yükləmişəm, soruşam ki, deyirəm, gün ərzində 5 dəqiqə məşğul. Yox, o deyir 10 dəqiqə, 10 dəqiqə yaz orada, mən 10 dəqiqə məşğul ola bilərəm. Yəni, okey. Hər adamın özünün limiti var. Ya bilir ki, mən 10 dəqiqə məşğul ola bilərəm, yarım saat ya 5. Bugün sənin vaxtın var, 3 saat məşğul olmusan, əla. Sabah ola bilər ki, nəsə olub, ya depressiya olmusan, işin çox olub, xəstələnmirsən. Atma kənara, demə ki, mən depresiyadayam, mən xəstəyəm, mən nə bilməyəm, eləməyim həmin gün. Elə. 5 dəqiqə elə, 10 dəqiqə elə, amma elə. Çünki sən bunu eləməsən, bu dediyim kimi o long run-da sənin vərdişvə çevriləcək, atacaqsan kənara. Mütləq atacaqsan. Əminəm ki, çoxunuz da nə qədər beləncə olub atmısınız kənara. Neçə dəfə bəlkə başlamısınız. Başlamısınız, 2 ay, 3 ayla nə qədər gedib atmısınız kənara, sonra yenə başlamısınız. Atmısınız, yenə başlamısınız. Ona görə motivasiya okeydir. Amma hər dəfə motivasiya qulaq asın, motivasiya videolarına, kontentinə falan filan izləyim. 10 saat motivasiya edirsən, amma 0 saat praktis. Yoxdur praktika. Bu çox təhlükəlidir. Çünki beyin əslində özünü alladır. Elə bilirsən, inkişaf edirsən. Ancaq yoxdur inkişaf. Prosta o dopamin almısan,
beyin dopamin ifraz eləyir, xoşbəxtlik hormonunda. Tapbatara elə bilirsən ki, amma yoxdur, praktika yoxdur. Qəşəng motivasiya qazı gəlmişsə, amma praktika yoxdur. Ona görə mütləq, yenə də repetition. Beyin repetitionu sevir. Nə qədər çox eşidirsən, o qədər də məsələn bir şeyi öyrənmisən, təzə öyrənmisən. Dəfələrlə onu eşidirsən, filan kontentdə oxudun, o yerdə çıxdı, bu yerdə çıxdı. O qədər eşidəcəksən, sənə tanış gələcək bu. Deyirsən, məsələn mən o vaxt yadıma gəlir, bir simultaneously sözü var idi. At the same time deməkdir, yəni eyni vaxtda. Xoşuma gəlmiş söz. Deyirəm, mən bu sözü necə öyrənim? Məsələn, deyirəm, mən bu gün öyrəndim, sabah yadımdan çıxdı. Bu təzədən baxıram, deyirəm, simultaneous. Sonra bir dəfə onu bir kitabda gördüm hansısa. Dedim, tanış gəlir mənə. Bir dəfə hardasa eşitdim. Kinoda, orada, burada, getdi əbədi yaddaşa. O tanış gələ-gələ. Praktik elə. Orada gördüm, burada eşitdim, burada istifadə elədim. Getdi, mənim sənindir. Getdi sənin aktiv bazana. Aydındır. Ona görə eyni audio olsun, nəyə qulaq asırsansa, dəfələrlə qulaq asmaq lazımdır. Eyni cümlələri təkrar eləmək lazımdır. Bu çox effektivdir. Yəni o shadowing deyir ya, bu çox effektivdir. Prosta dediyim kimi bu adam qulaq asır, mənim özümdə olub gəlir deyir ki, müəllim, buna qulaq asdım da artıq da, bilirəm də, getdim qulaq asdım, bilmədiyim bir şey yoxdur. Deyirəm, bilirsən hamısını? Deyir, bilirəm. Deyirəm ki, onda bir dənə danış görürüm mövzunu. Deyirəm, nətər mən necə danışım? Deyirəm, demirsən, bilirəm. Deyir, yox, yəni başa düşürəm də. Deyirəm, başa düşmək hələ o demək deyil ki, mən ondan da danışa bilirəm. Başa düşürsən, əla. Əla, super. Amma bir dəfə qulaq asmısan axı. Sən sadəcə onu qulaq asıb başa düşmüsən, okeydir. Amma danışacaq dərəcədə dinləməmsən onu. Ona görə bir də dinlə, bir də qulaq as. Yəni məqsəd burada məlumat almaq deyil axı, automation yaratmaqdır. Yəni avtomatiklik yaratmaqdır. Yəni dil avtomatik versiya gəlməsi üçün də nə lazımdır? Repetition lazımdır, təkrarlılıq lazımdır. Hara fırırsan fırra, yenə də atalar sözümüz, təkrar biliyin anasıdır, təkrarçılıq olmalıdır. İstənilən self-study'nin başında təkrarçılıq. Maşın sürməyi təkrar elə, dil bilməksən təkrar elə. Yaxşı rəsm çəkməyi bacarmaqsan təkrar çək. Əyri çəkəcəksən, eybi yoxdur. Bir dəfə səhv çəkəndə atmırsan ki kənara. Davam edirsən, yavaş-yavaş öyrənirsən, daha qəşəng, daha təkmilləşdirirsən. Aydındır? O məndə alınmır düşüncəsi hamımızda olur. Hamıda var. Yəni o dediyim kimi də biraz işləyəndə nəsə alınmayanda atırıq qırağa. Əl-əxsusda ki, bugün bu Instagram, nə bilim TikTok, bu sosial şəbəkələrdə ki, biz başqalarına baxırıq, nə edirik? Başlayırıq müqayisə eləməyə özümüzü. Biri fluent danışır, biri Amerikadadır, biri aksent tapbatırab danışır. Sən isə, ayda, mən bacarmıram. O qardaş, bir fikirləş, bu adam 5 il buna ömür sərf eləyib. Sən elə təzə başlamısan, 2 ayda öyrənirsən, 3 ay deyirlər, 6 aylıqsan. Təzə başlamısan da sən nə istəyirsən? Davam elə. Gözləntini düzgün qur. Yəni fikirləşmə, mən 5 aya, 6 aya partladacam mən. Yox, öyrənəcəksən, demirəm, öyrənəcəksən, nələrsə danışacaqsan, eləyəcəksən. Amma pes etmə, özünü başqasını müqayisə eləmə. Oyda, Vüqar müəllim, ya nə bilmə, filan kəs necə zor danışır, oyda, mən də alınmır, mən 5 ayda hazırım, mən 5 ay bura gəlib çıxmışam. Mən 4-cü sinifdən öyrənirəm, 4-cü sinifdən ingilislə məşğul oluram. Səbirli olmaq lazımdır, davam eləmək lazımdır. Yəni də deyirəm, biz ağacı əkirik ya. Biz ağacı əkəndə onu suladıq, ona becərdik, gübrəsini verdik. Biz gözləmirik ki, o bir aydan sonra bar versin. Məsələn, bilirəm ki, səhv etmirəmsə, kolları kofe məhsul vermək üçün 3 il gözləmək lazımdır. 3 ildən sonra kofe məhsul verir. Bir kitabda oxumuşdum, səhv etmirəmsə. Görsən, yəni verir də bu. Bilirsən ki, 3 ildən sonra bar verir. Almadır, yəni 1 ildən sonra bar verəcək. Sən amma dayanmırsan ki, 1 aydan sonra, 3 aydan sonra. Davam edirsən, yenə qulluq edirsən, cücüdən qoruyursan, suluyursan, becərirsən, davamlı şəkildə məşğul olursan. Və bilirsən ki, bu axırda bəhrəsini verəcək. Və sən özün də eləsən də, sən də canlısan da, bitki kimi də. Özünü suluyursan, özünü becərirsən də, düşün. Bilirsən ki, bu sonda bar verəcək. Amma gözləntini düzgün qur. 5 aydan sonra mən alma yetişməyəcək ağacda. 5 aydan sonra nəsə tumurcuqlar çıxacaq, səndə nəsə tumurcuq kimi nələrsə öyrənəcəksən, danışacaqsan, başa düşəcəksən. Amma tez
bir vaxta alınan deyil bu. Səbirlə, davamlı şəkildə. Aydındır. Biz Azərbaycan milləti olaraq biz emosional millətik. Çox emosiyalara çox fikir veririk. Amma bu emosiya çox təhlükəlidir. Yenə də deyirəm, bir gün yaxşı olacaqsan, keyfin kök olacaq, bir gün pis olacaqsan. Bir gün büzəcəksən, hər şeyi anlayıram, nə zor, əla gedir. O bir gün heç nə başa düşməyəsən, nəsə ola biləcək belə bir şeylərdə. Amma normaldır. Burada dayanmaq olmaz. Dayandın, bax onda çoxunuz bəlkə də görmüsünüz, belə illüstrasiya var, şəkildir. Yuxarı şəkil, bir aşağı, bir minerdir, bu nədir, bu şaxtyordur. Şəklin arxasında almazlar göstərir. Biri belə qazır, o almaza çatmağa məndir 1 millimetr yəni nəsə qalmış, pes eləyir, atır. Amma halbuki bir dənə də külünglə vursaydı almazları tapacaqdı. O birisi adama hələ nə qədər qalır? Qaza, sevinə qazır. Bu da elə, dayanmaq olmaz. Bilmək olmur hansı momentdə baş verəcək. O davam eləmək lazımdır ona görə, mütləq şəkildə. Aydındır? Ona görə, bəli, kimsə self-study etmək istəyirsə, necə etməlidir? Daily listening olmalıdır, mütləq şəkildə. Hər gün qulaq asmalıdır, az da olsa, 15 dəqiqə də olsa. Sadəcə, hər adamın öz səviyyəsinə uyğun. Yəni, mənim level'ım elementary'dir, mən advanced şeyinə qulaq asım, təbii ki, olmayacaq, motivasyon olacaq. Aydındır? Yəni, hər adamın özünə uyğun olmalıdır. Shadowing eləməlidir, mütləq. Audio birlikdə danışmalıdır. Aksenti ən möhtəşəm edən uprajneniya budur, yəni bu shadowing eləmək. Dinləyirsən, təkrarlayırsan, imitasiya edirsən. Məsələn, məndən soruşanda, Vüqar, siz necə belə aksent qəşəng danışırsınız, siz xaricdə falan olmamışsınız, necə? Deyirəm, mən yamsılamışam. Filmlərə baxmışam, aktyorları yamsılamışam. Mənim universitet vaxtı tələbə yoldaşlarım, qrup yoldaşlarım bezirdilər məndən. Başlayırdım aktyorların səsində, onların səsi ilə ingiliscə danışırdım. Dedilər ki, bəs də öz səsində danış da. Nə bilim, bir gün Arnoldun səsinə danışırdın. What are you talking about? Come on, get out of here. Bezirdilər. Bir dəfə Stallone ilə, bir dəfə fərqli aksentlərdə. Amma bu deyirəm, mənə kömək elədi, belə aksenti daha yaxşılaşdırdı. Bu imitasiya aksenti çox qəşəngləşdirir. Bir filmə baxırsan, aç sevdiyin bir personajı, məsələn, qoşdun, onun, yəni də film olsun, podkastı fərqi yoxdur da. Həmin adamın, həmin o səsləndirənin aksenti ilə çalış, shadowing eləyəsən. Əgər, məsələn, o deyirsə ki, tutaq ki də, what you doing here? Məsələn, bir var deyir ki, hey, what you doing here? Sən belə demə, hey, what you doing here? Belə demə. Sən də onun kimi deyir, hey, what you doing here? Belə aktyorsan, sənə rol veriblər. Hiss elə, yaşa onu. Səsləndir onu, özün üçün, səsli şəkildə mütləq, ürəyində, qətiyyən ürəyində olmaz. Olur, məsələn, yandı dostlarına, kimsə olanda, praktikən, deyirəm, eşidən nə oldu? Deyirəm də praktik, deyirəm, hanı eşitmirəm sən? Ürəyimdə eləyəm. Ürəyində neyinirsən? Ürəyində mən də, nə bilim, Kral Artur kimi danışıram. Ürəkdə olmaz. Səsli şəkildə olmalıdır. Aydındır? Sonra, dediyim kimi, başlanğıc səviyyədəsənsə, yuxarı levellara qaçma. Olur, bəzən. Amma elm nə vaxt keçəcək? Səbirli ol da, səbirli keçəcək. Motivasiyan öləcəksən. Elə ol be, vermişəm, elm bu çətin deyir. Amma nə gözləyirdin sən? Səbirli ol. Repetition. Eyni materialı təkrar elə. Görürsünüz, hər dəfə mən bu şeyi deyirəm. Repetition is the key. Bu, mən hazırladığım o self-study paketlərində ki, orada 14 dənə podcast çəkmişəm. Həmin bax, bundan hər birinə aid toxunmuşam. Repetition nədir? Motivational mastery, nə bilim, inanc sistemi, hər bir şeyə toxunmuşam orada. Deyəndə deyirəm ki, bəli, inanc sistemi dil öyrənməyə təsir edir. Onun üçün müəllim, onun nə əlaqəsi var? Görüm, əlaqəsi var, bəli. Bəli, çox müəllim demir. Sən də, deyirəm ki, bax, sən getmirsən filan kurslara. Məsələn, mən dediklərimi bilmirsən və eləməmsən. Təsir eləyib öyrənmişsən, yox. Deyirəm, indi mən dediklərimi elə də. Alınmaz deyəm, Vüqar müəllim, alınmadı. Eləmirsən, elə, sonra danışarıq, məsələn. Aydındır? Və sonra, yenə də, yəni bu qısa bir şeydə deyilən, olası bir şey deyil də, o qorxu məsələsi. O bizi içərdən yiyir, çox qorxulur, utanmaqlıqdır falan. Məsələn, deyəndə ki, özü video çək, yox, sən heç mən demirəm paylaş, çək özün özünə bax. Video çək, danış öz-özünə bax. Utanıram, kimdən utanırsan?
Heç kim baxmırıq sənin videova. Özün baxacaqsan. Özünə utanırsan. Ha? Belə. Ona görə mütləq nəsə danışanda da ucadan danışmaq lazımdır. Siz beyinlə ağız bir körpü yaratmalıdır. Koordinasiya qurmalıdır arasında. Körpü olmalıdır. Ucadan danışmayanda o da yəni effektiv olmur. Yəni ürəyimizdə olanda getmir. Dil məşq eləmirsən də, dil orada qalıb heç nə, sadəcə ürəyində nəsə düşünürsən elə bir. Aydındır? Sonra və növbəti yəni davamlılıq. Az elə, amma davamlı elə. Gündə 20 dəqiqə okeydir. Bir tələbə var idi. Deyirdi müəllim, mən bazar günləri evdə oluram da boş oluram. Mən bazar günü 5 saat eləyəcəm. Olar, yəni mən həftə içi eləməyim, yəni bazar günü həftədən sonra mən deyirəm ki, sən 5 gün yemək yemirsən, sonra deyirsən ki, mən bazar günü 5 günü yeməyini yeyəcəm. Deyir, yox, deyirəm hər gün yemək yeyirsən, deyir, hə. Deyirəm bu həftədə hər gündə məşq elə də, praktik elə. Niyə sən saxlayıb axırda deyirsən ki, sən 5 saat eləyəsən, həmin günə sayılacaq. Növbəti günlərə düşünməsən, hər günə 1 saat, 1 saat sayılacaq. Sən nə bu gün nə eləmisənsə bu günə aiddir. Belə. Sonra ayı dövründə, ayı mən niyə ayı deyirəm? AI dövrüdür. AI dövründə yəni də applicationlar, sonra nə bilim Gemini, ChatGPT falan doludur da. Hamısı var. Hə? Hətta bəziləri deyir artıq ingilis sesi lazım deyil. Yəni proqramlar var da mən ora atacağam, tərcümə edəcək. Deyirəm, okey, var proqram, tamam. Yaşa, qırıldı telefonun. Qalmısan ortada, nə bilim bir pustinyanın ortasında, səhranın ortasında. Nə edəcəksən? Bilmirsən deyir. Deyir, ha, o məsələ var ya, deyir, mən deyir özümlə kibrit götürərəm, yandıraram. Deyirəm, yaxşı, kibritin bitdi ya üstünə su tökdüysən, nə edəcəksən? Və sən bilmirsən o alovu necə o bir-birinə sürtəndə o alovu əldə edə bilmir. Bunu bilmirsən necə? Öləcəksən də onda. Bilməlisən. Mütləq şəkildə. Aydındır? Yəni çox vacibdir. Bu deyilənlər çox vacibdir. Belə sonra nə deyim sizə? İndi self-study'nin tərkibinə nələr daxildir? O yəqin ki məlumat veriləcək ya qruplarda yəqin ki paylaşılıb. Hə, Aydan xanım? Yoxsa ona konkret ayrıca vaxt ayırıb danışmaq lazımdır bu barədə? Yox, paylaşılacaq. Siz də məlumat verin. Hı -hı. Əgər. Buyurun. Okay. Okey, yəni proqram əsas iki belə deyək də dil səviyyəsi olanlar üçün, bir sıfırdan başlayanlar üçündür və yaxud da ki nəsə müəyyən dövrdə hazırlaşıblar, amma ilişib qalıblar, elə A1, heç A1 deyirlər. Yəni O level üçündür, start paketidir. O da zaten içində olanlar video dərslərdir. Məsələn, dərsləri mən rekord eləmişəm. Sən sadəcə o videolara baxırsan və mən orada deyirəm ki, okey, bunu eləyirik, bunu eləyirik, indi bunu elə, bu kinoya baxdın, bunu analiz elədik falan filan. Yəni o dərsləri düşünün ki, necə ki indi danışan video rekord olunur. Eyni tərzdə. Sadəcə orada tapşırıqlar işləyirsən, praktik məşğələlər eləyirsən, dinləmələr eləyirsən, reading eləyirsən və s. və axır. O video o formatdadır. O birisi pro paketidir. O da hardasa olur və bəzən deyirlər mən oxub tərcümə eləyə bilirik, amma danışa bilmirik də. O insanlar üçündür. Hardasa belə orta səviyyədə, A2, B1 səviyyəsində indi biraz danışa bilirlər və yaxud da oxub tərcümə eləyə bilirlər. Danışıqlığı da onlar üçündür. Ümumilikdə sən bunlarla işləyirsən, belə C1 levelına kimi gedə C1 levelına kimi gedə bilərsən. Amma yenə də bir gün işləyim, 11 gün işləməklə yox. İşləməməklə yox. Yəni aldınsa işlə bunu, atma kənara. Atacaqsansa heç onda alma. Olub bəzən deyir, müəllim nə istəyir? Mən siz pulunuzu verirəm, alıram da. Deyirəm, yox qardaş, mən bu söhbət təkcə pulda deyil. Yəni mən ona görə hər dəfə müraciət eləyəndə mən çalışıram həmin adamla bir 10 dəqiqə də olsa video call eləyim. İnsanla göz-gözə gəlim, danışım, soruşum, baxım bu adamın jestinə, danışığına necədir, nətərdir, nə istəyir bu. Görürəm yoğunluq deyirəm qardaş, sən hələ bu sənlik deyil. Ya sən istəyirsən bir kursa yazıl, ya mənlə məşğul ol, ya indi hansısa bir müəllimi. Biraz özünü tut sonra. Yoxsa mənə atacaqsan kənara, işləməyəcəksən. Bilirəm də. Ya adamla danışanda bilirəm. Məsələn, bu Procter & Gamble firması var. Onun nəzdində işləyən bir firma vardı Ağşəhərdə. Yəni yaxşı bir vəzifəli də 2 nəfər insan idi. Deyirlər ki, Vüqar, bəs biz istəyirik dərsə qoşulasınız falan. Dərsi keçəsiz bizə. Mən dedim ki, onlayn dərs keçirəm də. Dedi, yox, gəlin bizə, burada belə, yəni canlı keçin də. Dedim, okey, yəni mənim ora gəlməyim
vaxtım, yəni sizə 2 qat baha başa gələcək də. Çünki mən yolda vaxt sərf edirəm falan filan. Dedi, öyle bir problem yoxdur, amma bir dənə məsələ var ki, biz dərsdən dərsə çalışacağıq. Dedim, yəni tapşırıq eləməyəsiniz. Dedi ki, yox. Dedim, onda başqa müəllim tapın. O dünya ki, biz pulunuzu veririk də, siz gəlirsə 2 qat da pulunuzu veririk. Dedim, yox, elə deyil. Yəni sən sabah mənə deyəcəksən, Vüqar müəllim, mən danışa bilmirəm, axı məndə irəliləyiş yoxdur. Bəs mən deyirəm, onda necə deyəcək? Sənə axı deyəcəm ki, bəs eləmədin axı sən tapşırıqları. Dedilər, yox, gəlin bir alındırarıq. Deməli, adamlarla səhv etməmsə, ya 2 ya 3 ay məşğul olduq və o müddət ərzində adamlar 2 nəfər idilər. Cəmi bir dəfə ev tapşırığı eləyib gəldilər. Mənim vaxt olmur falan filan. Biri ilə dedim ki, apar mənə evimə kimi maşınla. Dedim ki, mən sənə vaxtlayım. Nəsə mindiyi maşına deyirəm ki, burada hara gedir? Məsələn, Xırdalan. Hə, mənə də düşürtdün məsələn Şamaxınkada. Deyirəm sən bu yol boyu nə edirsən? Üçün deyirəm, ah, niyə qulaqsan? Deyirəm, olmaz sənə bu self-study göndərdiyim paketi dinləyəsən, podkastı dinləyəsən, orada deyir. Deyirəm, elə niyə hə, olar? Deməli, qoşdum, mən bir dəfə apardım evə, yol boyu işlətdim ona. Dedim, vəssalam, demirsən vaxtım yoxdur. Al sənə evə gedənə kimi yarım saat, 1 saat vaxt. İşdə, işə gələndə, işə gedəndə. Deməli, eləyə bilərik. Dedim ki, istəmirik, yoxdur sistem. Yəni bu qədər. Yəni yoxdur, sadəcə istəmirik. İstək olsa vallahi yəni alındırarsan mütləq. Necə olur ki biz nə bilim, TikToka girməyə vaxt eləyirik. Yəni bəyəndiyimiz şeylərə, istədiyimiz şeyə vaxt ayırırıq, istəmədiklərimizə vaxt yox. Çox sadə. Məsələn deyəndə ki, gedək shoppingə, hə, gedək shopping. Nə oldu? Vaxtın yox idi məsələn bəzi xanımlar. Ya gedək PlayStation oynayaq. Ha, gedək PlayStation oynayaq. Hə, nə oldu bəs vaxtın yox idi? Nətər PlayStation-a vaxt tapdın? Ya iqraya, ya nə bilim nəyəsə. Çayxanada gedib oturaq, çay içək, belə eləyin. Vaxt var. Vallah var. Səndə də var, məndə də, hamıda 1440 dəqiqə var. Sadəcə sistemli şəkildə şuurlu şəkildə istifadə eləməyi bacarmalıyıq, istəməliyik. Biz özümüzə qarşı acımasız olmalıyıq. Ancaq onda özümüzə qarşı acımasız olsaq, hər şey eləyə biləcəyik. Amma eləmirik. Çox vaxt. Neyinirik? Uçi-puçi. Komfort zonası. Getdi. Yoxdur. Biraz mən dedim ki, o motivasiya qaza gəlməklə olmur. Mütləq şəkildə acımasız. O yaxşı bir ifadə var. Deyir ki, motivasiya səni deyir hərəkətə gətirir. Amma səhv məcburçuluq, ya özünü məcbur eləmək səni zirvəyə qaldırır. Səni zirvəyə. Yəni motivasiyanın başa, amma məcbur eləmək özü səni zirvəyə qaldıracaq. Çünki sən məcbur eləyəcəksən özünü. Nə olur olsun deyəcəksən yox. Hə, dostum çağırır filan yerə. Və mən üzrlü say, mənim tapşırığım var, dərsim var, mənim nəsə ingilis dilim var. Və yaxud da işləyim gələrəm. Vaxt olsa gələrəm. Və yaxud da gedirsənsə belə, 10 saat məsələn gedib vaxt eləmə. Məsələn 1 saatlıq vaxtım var, gəlib sizinlə vaxt keçirdə bilərəm, amma sonra qayıtmalıyam. Yəni belə. Bu qədər məncə bəs eləyir. Çox da yormayım. 1 saatda artıq danışıram. Yəni son olaraq bilməli olduğumuz odur ki, düzgün sistem, düzgün material, davamlılıq və praktika. Bu 4 dənə şeyi unutmayın. Sistem, düzgün material, davamlılıq, praktika. Bunlar, yəni tək motivasiya yox. Bunlar mütləq olmalıdır. Yəni talant məsələsi deyil. O deyirlər, məsələn Messi o anadan gəlmə talantı var, amma Ronaldoya baxsan ki, 38 yaşı var, neçə yaşı var, ya 40-dır, nə qədərdir. İndinin özündə də güclü bir futbolçulardan da öz üzərində işləyir. Adam, yəni işləyən adamdır. Özünü create edib. Yəni adamın talantından var və salam bitirməyib özünü. Aydındır? Yəni kim davam edirsə, o da nəticə alacaq. Bu qədər sadə. Məndən bu qədər. İndi nəsə suallarınız varsa. Dərsdən Google imtahan olacaq, yazılma olacaq. Eşidə bilmədim. Sualınızı təkrar edə bilərsiniz. Nərgiz xanım, sakit yerdə sual verin. Evdəki səsləri də eşidirik. Səssiz yerdə sual verin, zəhmət olmasa. Amin, amin cümləmizdən çox sağ olun. Hə, sualı bir də deyərsiniz, zəhmət olmasa. Yəqin sakit bir yerə keçmək istəyir. Hə, okey. Siz Aydan xanım, Mən suallardan oxuyum sualları, chatdakı sualları. Hə, zəhmət olmasa. Mənim vaxtım var 1 saat məşğul olmaq üçün, amma ki bilmirəm nə edim, hardan başlayım, nə etməliyəm, nə öyrənməliyəm. Sual yazıblar. Birinci videonun rekordunu təkrar izləyin.
Məncə siz bir saatdır bunun barədə danışırsınız. Hə, Bizim mütləq izləyin bunu. Ola insanların bilər indi bəlkə çoxunun sonradan bəli, başlayırlar. diqqət dağınıklığından əziyyət çəkirlər. Hə. Yox, məncə o həmin şəxs əvvəldən var idi. Hmm. Yəni qısaca Vüqar müəllim deməmiş, mən deyim. Self study Hmm. paketi alaraq. Hə, indi ola bilər ki, indi hər adam self-study məcbur Bəli, bəli. deyilsiniz almağa və yaxud imkanınız bəlkə o deyil. Qısa sizə map verim ki, məsələn, bu gün bir nəfər məndən alman dili barəsində soruşmuşdu. Biraz alman dilinə mən də məşğul oldum deyə. Məsələn, hər hansı bir application yükləyin, əgər sıfırdan başlayırsa, Busuu olsun, Duolingo olsun, müəyyən müddət təkcə ondan davam edin, amma hər gün olmaq şərti ilə. Öyrəndiklərinizi qeyd edin dəftərdə, mütləq şəkildə cümlə şəklində. 3 gündən bir baxış keçirdin dəftərdə qeyd elədiklərinizə, səsli şəkildə təkrar eləyin. Məsələn, bir həftədən sonra, 10 gündən sonra nə öyrənmisinizsə o 10 gün ərzində, bir həftə ərzində özünüzü rekord eləyin. Video çəkin, o öyrəndiklərinizdən hekayə qurun. Ki, məsələn, salam, mənim adım Vüqardır, mənim falan yaşım var, mən falan yerdən adam olmuşam, falan yerdə yaşayıram, peşəm budur. Öyrəndiklərindən bir hekayə qur və özünü videoya çək. Mütləq sonra bax, sonra silərsən videonu. İstəyirsən sonra paylaşarsan. Bax da. Yəni istənilən bir application proqramı ilə başlaya bilərsiniz. Başladın, amma o bitmir. Orada deyək ki, bir A1 səviyyəsini bitirəndən sonra keçdiniz A2-yə. A2-yə keçəndən sonra istəsəniz coursebooklar da var. Məsələn, müxtəlif coursebooklar var. Mən işlətdiyim deyək ki, dərsdə Top Notch kitabıdır. Top Notch ala bilərsiniz. Və yaxud da nə bilim Speak Out olsun, həm Cutting Edge olsun. Fərqli doludur da, yəni bu coursebooklar çoxdur. İstənilən biri sıfırdan olan üçün alırsınız, paralel olaraq işləyirsiniz A1 səviyyəsini. Onu da işlədin, qurtardın, artıq A2-yə konkret olaraq, məsələn, baxsan ki, A1 üzərində artıq bir 90-100 saatlıq sənin bir çalışman var. Keçmişsən A2 levelına. Ondan sonra qatırsan özünə nə? Hekayə kitablarını. Mütləq şəkildə. Hekayə kitabları, yəni uşaqlar üçün nəzərdə tutulmuş nağıl kitablarıdır. Kitabların sonunda o levellar, səviyyələr yazılır. Starter səviyyəsi, A1 səviyyəsi, A2, B1, B2 bu səviyyələr qeyd olunur. Hər səviyyədən ən azı 5 kitab işləmək lazımdır. Yəni 5 kitab deyək ki, A1, 5 kitab A2, 5 kitab B1, 5 kitab B2. Normalda nə qədər elədir? 4 vurulsun 5, 20 kitab. Yəni 4 level, intermediate level'ını bitirmək üçün sizə 20 kitab deyək ki, hekayə kitabı işləyəcəksiniz. Və aya, məsələn, aya 2 kitab işləsəz, bu 10 aya 10 vurulsun 2, 20 kitab edir də. Yəni 10 aya 20 kitabı qurtara bilərsiniz. Və siz bu 10 ay ərzində gör nə qədər kitab, yəni 20 kitabı amma aktiv və detallı şəkildə işləyəcəksiniz. Hekayə kitablarının işləmə qaydası var. Onu da yenə də ya Aydan xanıma, ya indi mənə fərqi yoxdur. Desəz o hekayə kitablarının işləmə qaydasını da yollayaram sizə. Yəni də o da ödənişsizdir. Ki, məsələn, hekayə kitabları ilə düzgün necə işləmək lazımdır? Təkcə oxuyum, atım getdi, bitdi? Yox, elə deyil. Hər çaptırı götürürsən, gündə onu bölməlisən, səhər, günorta, axşam, səhər nə etməlisən, nə qədər etməlisən, günorta nə etməlisən, nə qədər etməlisən, hamısı o cədvəllərdə detallı şəkildə yazılıb. Və salam, sadəcə follow the rule. Qayda nədirsə, necə izah olunubsa, ona əsasən davam edirsən. Hekayə kitabları ilə davam elədin, deyək ki, məsələn, həm application işləyirsən artıq, sonra bu hekayə kitablarını başladın işləməyə, müəyyən bir müddətdən sonra artıq görürsən ki, kinolarla da davam edə bilirsən. Okay? Yəni ən sadə sizə verə biləcəyim bu map budur ki, application one, ikinci keçdin hər hansı bir coursebook, üçüncü keçdin hekayə kitabları və tam olaraq sonradan da artıq filmlərlə davam edə bilərsiniz. İndi alınsa hər hansı bir conversationlara qoşulun, qoşulmasaz belə ətrafınızda kimlərsə vardır, danışa bilərsiniz. Heç kim yoxdursa belə özünüz. Çünki o hekayə kitabları ki işləyəcəksə, o hekayə kitabının sonluq nəticə olacaq ki, oradakı hekayələri danışmalısınız. Yəni kiməsə danışa bilərsiniz, özünüzə danışa bilərsiniz, fərq eləmir. Əsas odur ki, oradakı danışasınız. Belə. Növbəti. Vüqar bəy, dərsiniz Google Meet keçirsiniz. Aha, bəli, onu oxumaq istədim. Google Meet-də keçirəm, bəli. Əvvəllər Skype olurdu, sonra Google Meet oldu. Yəni fərqli. Daha sonra. İngilis dili öyrənərkən ən vacib addımlar hansılardır? Nərgiz xanım, xahiş edirəm videoya baxın, çünki detallı şəkildə 1 saat ərzində Nərgiz xanım, Vüqar bəy, Nərgiz xanım bütün təlimlərimizdə təlimçilər 1 saat danışdığı mövzunu təkrar verməyi artıq öyrəşib, yəni o barədə Nərgiz xanım anlayıram. Aydan xanım, mən heç boşum deyə. Aha. Yaxşı, bu dəfə anlayırıq sizi. Problem deyil. O video rekorda baxın, çünki
Hı -hı. A-dan Z-yə hər şeyi orada izah eləmişəm. Ona görə baxsanız bir də təkrar qaranlıq qalan bir mövzu olmayacaq. Hətta Daha olsa sonra belə sonradan mənim Instagram səhifəmi və yaxud WhatsApp səhifəmdə WhatsApp-a yazıb nəyisə qaranlıq qalan bir mövzunu soruşa bilərsiniz. aha, Müəllimlə suallar necə burada. əlaqə saxlaya bilərik? Müəllimlə ancaq kosmos vasitəsilə. Bəli. Növbəti sual. Vüqar müəllim, bilirəm bu mövzuda Hı -hı. danışdınız, amma sizdən xüsusi məsləhət almaq istəyirəm bu Hı barədə. -hı. Mən məktəb vaxtdan ingilis dilini çox sevirəm. Hı Özüm -hı. tələbəyəm. Qrammatikanı B1, hətta B1 plus, hətta Hı -hı. repetitorluq da etmişəm. Amma Evet. danışığım nisbətən qeyri-peşəkardır. Nitqimdə çaşqınlıqlar olur. Hı Özümdən asılı olmayaraq ingilis dilində hekayə kitabları da oxuyuram. hı. Mən nitqim üçün daha çox filmlər izləməliyəm, yoxsa əsər oxumalıyam? Deyirsiniz ya, kitablar oxuyursunuz ha. Dediyim kimi hekayə kitabları əminəm ki, çox adam düzgün eləyə bilmir. Yəni düzgün eləmir. Çünki bilmirlər necə. Yəni hekayə kitabı olsun, əsər olsun, filmin özü olsun, hamısını düzgün qayda ilə eləməlisiniz. Düzgün qaydası var. Məsələn, deyəndə film deyirəm, bəli, filmi izləmə qaydası var. Bir dənə filmə 3 ay ərzində baxmalısınız hissələrlə. Necə? Onun da hamısının qaydası var. Ya ona görə deyirəm, kitabım olsun, ona görə mütləq yazın Aydan xanıma. O sizə hekayə kitablarını işləmə qaydasını. Çünki o qaydalarla işləsəniz sizin dinləməniz də inkişaf edəcək, speakinginiz də inkişaf edəcək. Çünki çox adam belə eləyir də. Yəni kitabı oxudu, atdı, keçdi, bitdi, vəsə. Belə olmamalıdır. Yəni bir chapterlə, adi bir dənə chap, bir bölümlə hardasa bir həftə siz məşğul olmalısınız. Məktəblərdə belə olmur axı. Bir də oxuduq, keçdi, 5 aldıq, bitdi. Heç nə. Deep learning olmadı. Deep Work olmadı. Hətta Deep Work adında bir kitab da var. Dərinlə öyrənmə adlanır. Yəni orada göstərir ki, nə öyrənirsən, onu dərinlə öyrənməlisən ki, onu sən, yəni belə deyək də, həkk eləyəsən, qraviatura şəkildə o daşın üzərinə möhrə vurasan. Yoxsa belə tez bazar belə bir kitab oxudun, üstünə atdın, o olmur. Deep learning yoxdur. Ola bilər 100 dənə kitab oxumuşuq, amma deep learning olmayıb. Yəni yenə də nəticə olmayacaq onda da. Videoya hardan baxa bilərik? Aydan xanım paylaşacaq da yayın qrupda. Yox, qrupa atmıram, qrup Hə, adminlərinə yazsınlar şəxsi hə, sualları. okey. Çünki bizdə belə deyim də məxfilik qorunur. Ona Hı görə -hı. atmırıq qrupa. Hə, tamam, tamam. Sonra başqa nə sual var? Vaxtınız çox sağ olun. Mən təşəkkür edirəm Hı. qoşulduğunuz üçün. Ümid edirəm ki, faydalı oldu. Ümumən mən hər dəfə hər vebinarımda deyirəm, hansı vebinarçıya da belə təlimçiyə qoşulursa qoşulun. E, Vacib deyil o məsələn bu təlimçi 100 dənə nəsə öyrətsə 100-ünü də öyrənəsiniz. Məsələ bir dənə şey öyrənin, bax çox xahiş edirəm. Bir dənə şey öyrənin, amma onu dərhal istifadəyə, həyata keçirməyə çalışın. Bu mütləqdir. Fərqi yoxdur. Nə olur olsun, bir dənə şey öyrən. Çünki o həyata keçirəndən sonra ardı da zaten gələcək. Bayaq dediyim kimi o məlumat olaraq doldururuq beyni, amma istifadə yoxdur. Praktika sıfırdır. Təşəkkür edirəm, təlim əla keçdi. Var olun. Görüntüm olmasa da ümid edirəm ki, o Və səslə hətta oynayışını birisinin neçənci ötürə görüş bildim. olduğunu belə unudub. Hə, olsun. Enerjiniz çox əladır deyir. Bu Sağ mövzuda olun. mən də həmfikirəm xanımla. Təşəkkür eləyirlər. Daha Var sonra olun, var olun. Təşəkkür vaxt edirəm. ayırdığınız üçün. Mən özüm də Vüqar müəllimə təşəkkür edirəm. Ona görə ki, Var olun, var olun. siz bəlkə də yeganə təlimçisiz ki, tələbələrlə bu qədər görüş keçirirsiniz. Həqiqətən var Bəli, olasınız, dəyərli vaxtınızı çox sağ ayırırsınız. olun. Və tələbələrin çox şey, mən bilirəm ki, tələbələrimiz ələxüsus ingilis də öyrənmək istəyən tələbələrimizdən çox şey öyrəniblər. Bu qədər Sağ olun. əlçatan olmağınız, yəni ego olmamağınızı çox bəyənirəm. Həmişə Təşəkkür belə edirəm. davam edin, amma Var olun. bəzi yəni nüanslar olmaq şərti ilə yaxşı ki, həqiqətən varsınız, yaxşı ki, dəyərli Var olun, vaxtınızı var ayırıb olun. gəlirsiniz və burada olan hər kəsə demək istəyirəm ki, mənim şəxsən yəni bunu reklam üçün demirəm. Mənim rəfiqələrim, yəni həqiqətən yəni artıq sayını itirmişəm, necə rəfiqəm. Və hətta mənim öz doğma bacım belə sizdən Sevsadi paketi alıb, yəni həqiqətən. Düzdür, mən burada bəzi səbəblərə görə ala bilmədim, hələ də özünüz yəqin bilirsiniz. Bacıda Amma var da, tay bacıdan alın da, bəli, hə, bacıdan gərək alım. Ya mən əlcətə istəmirəm də belə şey eləyim. Yox, mən Bacım hal-halıq alıb verirəm, bizdən. problem yoxdur. Bəli, bəli, çox sağ olun. Və Var olun. yəni deməyim odur ki, Sevsadi paketi alan şəxslər heç də narahatçılıq eləməyiblər. Özü ingilis dili müəllimləri olub çoxsa, bir dənə bacım şərqşünasdır. Qalan hamısı ingilis dili müəllimləri olub və hər biri razı qalıb. Kimlər almaq istəsə, yəni gönül rahatlığına ala bilər. Bir şey ki, mən öz bacıma və rəfiqəmə tövsiyə edirəmsə, demək ki, o şey həqiqətən
Yəni dəyərli bir şeydir. Çünki belə düşünün də siz bir müəllim yanına gedəcəksinizsə, çox xırdalıqlar varmaq istəmirəm. Aya, yəni minimum 100 manatdan çox pul verəcəksiniz. Amma burada isə Sevstart paketi sizə verilir və siz həm vaxtınızı qənaət etmiş olursunuz, həm də ki pulunuzu qənaət etmiş olursunuz. Və həmin bu sizin satdığınız, ya da sizin verdiyiniz Sevstart paketini harasa bir 2 il bundan öncə mən bunu sizə demişdim. Adını çəkməyəcəm bir müəllim, hansı ki siz onunla bərabər hazırlamısınız. Həmin bu Sevstart paketini kifayət qədər böyük bir məbləğ almışdı. Kifayət qədər. Yəni 600-ün üstündə idi qiymət. Və mən sizin həmin bu Sevstart paketini bu qədər, yəni münasib qiymətə əlçatan etdiyinizi eşidəndə, yəni mən sözün əsl mənasında şoka düşdüm ki, nə yaxşı siz bunu bu qiymətə verirsiniz. Çünki sözün əsl mənasında həmin şəxs bu qədər, yəni dediyim kimi 600-dən çox pul vermişdi və o heç özü də oxumadı. O siz deyən kimi elə atdı qırağa, heç yəni öyrənmədi də, qaldı elə orada. Həmin o dediyim şəxs. Yəni kimlər istəyirsə mütləq müraciət eləsin və əldə eləsin Sevstart paketini. Yəni heç də təəssüf hissi keçirtməyəcəksən. Bunu mən burada reklam olsun deyə demirəm. Çünki bütün mənim təlimlərimə bəli, bütün mənim təlimlərimə qatılan insanlar bilir ki, mən təlimçiləri çox nadir hallarda tərifləyirəm. Düzdür, bütün təlimçilərimiz möhtəşəmdir, ona söz yox. İndi başqa cür fikirləşməsinlər. Amma həqiqətən mənə doğmalıq hissi olan insanlar var ki, həm də bilirəm ki, onlar həqiqətən, yəni göz yumulu insanları ona yönəldə bilərəm. Onlardan biri də sizsiz. Möhtəşəmsiz, həmişə belə olun. Və çox sevinirəm ki, biz, yəni siz də Azərbaycanlısınız və bizim Azərbaycanımızı bu qədər gözəl şəkildə təbliğ edirsiniz. Var olun, var olun. Gözəl mesajları oxuyuram. Hər birinizə çox təşəkkür edirəm. Mən məsələn bu Valeri Sinelnikov elə Aydan xanıma da deyirdim bu kitab barəsində. Stressə qarşı peyvənd kitabı. Qiymətdə arxasında yazıb 7 manat 40 qəpikdir. Alın, mütləq bax bu kitabı oxuyun, Valeri Sinelnikov və oxuyanda məsələn dünən bir video izləmişdim YouTube-da. Bir professordur, bilmirəm kimdirsə, rus dilində idi. Deyir ki, kitabları təkcə belə oxub keçməyin. Mütləq qeydlər aparın. Və bir dəqiqə mən onu harasa yazmışdım. Bir saniyə mən sizə hətta onu oxuyum. Sizin Narsın Vüqar müəllim, mən həmin o Hə? kitabları tapa bilmirəm. O qədər onun satışı güclü gedir ki, Valeri yəni hərəsi Sinelnikov, bir hə? tərəfdədir. Bəli, bəli. Buradan nə vaxt imkan olsa deyərsiniz mənə, Yox, buradan kimsə mənim bacım alacaq, Avcandan göndərəcək və anladım. hətta mən siz danışdıqca fikirləşdim ki, həmin şəxsin burada rus dilində kitabları var. Rus dilində əgər başa düşsəz, mən sizə göndərə bilərəm. Yox, mən rus dilində problem yoxdur. Bəli, hansı ki Bu tərcümə dediyim bu olunmayıb kitab Avcan dilində. dəhşət kitabdır həqiqətən. O Ha. YouTube-da da baxdım, belə təsadüfən çıxdı qabağıma. Ona görə nə düşünürsənsə o gəlir. Deyir kitabı 3 sual üzərindən deyir, belə deyir də analiz edir oxuyun ki. Birinci sual deyir ki, əsas ideya nədir? Yəni kitabın əsas ideyası nədir? Bu bir. İkinci sual. Mən nə ilə razı deyiləm? Yəni bu kitabı oxudum, mütləq deyir ki, yəni belə deməyin ki, hər şey əladır, bu kitab dəhşətdir də. Mütləq deyir ki, controversial bir şey çıxardın. Yəni nə ilə deyir, müəllifin nə ilə razı deyilsən. Çünki bunu eləyəndə zaten beyin artıq başlayır işləməyə. Analiz eləyirsən, yollar çıxır, müxtəlif də ki, debata girilmiş olursan da düşünün ki. Və üçüncü ən mühüm suallardan biri, ən mühümü deyərdim. Mən bunu harada istifadə edə bilərəm? Bax bu 3 sual. Əsas ideya nədir? Mən nə ilə razı deyiləm və mən bunu harada istifadə edə bilərəm? Yəni oxudum, keçdim, olmamalıdır. Həm də fikirləşməlisən, analiz etməlisən. Bax bu bilgini, burada yazılanı harada istifadə edə bilərəm? Bu tərzdə oxuyanda kitabı maksimum sən oradan yararlanırsan. Niyə görə Sinelnikovdan dedim, heç bilmədim, nəyəsə demək istəyirdim. Fikrim getdi, başqa şeyləri unutdum. Amma yəni kitab olaraq mütləq bu kitabı əldə edib oxuyun. Stressə qarşı peyvənd. Əla bir kitabdır. Çox sağ Yəni, olun, onun müəllimə çox faydalı möhtəşəm danışıq. kitabları var, oxuyarsınız. Ümumiyyətlə sizin kitab oxumağınız, yəni möhtəşəmdir, hərdən paylaşırsınız. Sağ olun, Yəni bəli. mən də SS alıram oradan. Nə bilim. Başqa Əla. başqa nə əlavəniz varsa deyə bilərsiniz. Başqa yenə kimsə nəsə sual vermək istəyirsə buyursun. Lap Burada bir sual var idi, onu Hə? oxumaq istirdim sadəcə Hı. yadımdan. Deyil, hardaydım. Aha, self-study paketi neçə yaş üçündür? Bax bu sual oxumaq istedim, hə. Hə. Self-study paketi aşağı yaş qrupları üçün nəzərdə tutulmayıb. Ən azından 8-9-da oxuyan bir insan yəni tələbi olmalıdır ən azından. Ondan aşağı çünki o proqram elədi ki, yəni bir var məsələn mənim özümə deyirlər, siz balacalar dərs istəyirsiniz, demirəm. Çünki balacaların proqramı fərqlidir.
Ondan mənim bu proqram böyüklər üçün nəzərdə tutulub da daha çox. Yəni 9-cu sinif, 10, 11 bunlar üçün nəzərdə tutulub. Ki artıq o səviyyədə belə deyə də insan yavaş-yavaş özünü dərk eləyir, başa düşməyə başlayır. Amma balacalar onlar oynamaqdır, belə şeylərlə də o proqram fərqlidir. Çox sağ olun, yormayaq sizi. Mən də 9-cu sinifəm, ingilis dilini sevirəm, qrammatik yaxşı, sadəcə danışmağa çəkinirəm. Bəli, bəli, bəli. Ona görə mütləq self-study-ni əldə etmək lazımdır. Olmasa belə bayaq dediyim o bir neçə ödənişsiz material olaraq ki, onları heç olmasa işləyin. Application-dır, coursebooklardan nəsə özünüz alıb işləyə bilərsiniz və hekayə kitabları mütləq. Hətta self-study-ni alsanız belə yenə də hekayə kitablarını mütləq. Mən hekayə kitablarını indi də işləyirəm. Və inanın səmiyyəti at göstərə bilmirəm də, göstərərdim. Düzdür, mən işlədiklərim arxada o səviyyə yoxdur, o böyük kitablardır da. Məsələn, Harry Potter'ın kitabları kimi ya məsələn mən David Williams'ın kitablarını çox xoşlayırdım. Son zamanlara kimi, sonra axırıncı nəşr elədiyi kitabları baxdım, gördüm orada xoşuma gəlməyən artıq məqamlar var. Ona görə dedim ki, bu burada qırıldı. Amma yenə də onun çox qəşəng yazı tərzi var. Bu bilirsiniz bəlkə də Azərbaycan dilində hətta tərcümə də oldu. Damon Dentist var, bu iblis nə bilim diş həkimi falan belə bilmirəm də bizdə necə tərcümə ediblər. O nə bilim ya bərbad xala nəsə belə bir tərcümələri var idi. Tam dəqiq bilmirəm. Çox qəşəng yazır o. Həm yazı tərzi, üslubu, şəkillər falan belə karikaturası çox qəşəngdir. Yəni nə demək istəyirdim? Mən indi də oxuyuram. Hekayə kitabları möhtəşəmdir. İnanın ki, özüm IELTS dönəmində hazırlaşdığımda 100-dən çox mən hekayə kitabı işləmişdim. Hətta bir dəfə oldu, bir yox, bir neçə dəfə olub. Tələbə ilə danışanda inanmayıb, çünki 100 belə böyük rəqəm görünür axı, şişirdilmiş bir şey görünür və açdım notebookumu, dedim bax bu 2 dənə notebookum var. Bax bu notebookda göstərdim də, dedim bax 50 neçə dənə papka var idi. Çünki oxuduqlarım, o işlədiklərim hekayələrin hamısının audio diskləri var idi. O audioları yükləmişdim notebookuma. Yəni real olaraq göstərdim ki, bilsin ki, yəni yalandan belə atmıram da, yəni 100 dənədən çox işləmişəm. Adam gördü, ay gül mən doğrudan bu 100 dənə bu hekayə kitabı. Deyirəm ki, bəli, mən hekayələri sevirəm, mən nağılı sevirəm. Maraqlı gəlir insan orada başına gələn macəralar, nə oldu, nə getdi, nə olmadı. Yəni fərqlidir. İndi ola bilər adamdır, deyək ki, hekayə kitabını bəyənmir. Deyirəm, okey, sən nəyə bəyənirsən? Deyək ki, tarixi bəyənirsən, tarixi aid nələrsə, məqalə olsun, oxu, dinlə. Nə bilim, sən sənədli bir şey xoşsan, onu... Yəni, hər adamın özünün sevdiyi bir şeylər var. Ələxüsus da ki, Vüqar müəllim dedi, Harry Potter ki, yox, olmamalıdır. Sənin özün istəyin nədir, ona uyğun. Doludur bu gün, material olaraq, doludur yəni. Sənin əsas məsələ sənin istəyinə uyğun olsun. Hətta kitab məndən soruşanda, ya indi xüsusi bu, indi Valeri Sinenikov belə bu xüsusi kitabları demirəm də, ümumi belə baxışda, kitab, film seçimi olanda deyirəm ki, özünüzdən asılıdır. Yəni, mən sənə desəm, get Harry Potter'ın kitabını oxuya, kinosuna bax, sənə bəlkə zəhlən gedir ondan. Mən sənə onu necə deyim? Çünki bu şəxsi seçimdir, istəyə bağlı bir şeydir. Amma mütləq işləmək lazımdır hekayə kitabları. Bacarırsınız self-study proqramına, olmursa da, yəni bayaq dediklərim. Bu level deyərkən, tak, bunu oxuyaq. Kiləç oxuyuram, tez-tez İngilizcə cavab verirəm. Məsələn, A1, level deyərkən, okey, A1. Yəni, burada ləvazimat mağazalarında hər səviyyədə olur, yaxınlaşır İngilizcə bu level. Bəli. Məsələn, elə yerlər var ki, çox bahadır. Məsələn, Libraf məsələn, orada çox bahadır. Yəni 8 manat, 10 manat da belə bir şey. Amma 28-də məsələn mən ən çox oradan almışam. 28-də Oyal kitab evləri var. Kitab evləri deyəndə 1-2 dənədir səhv etmirəmsə. Elə şeyin yanındadır, bu Azinin yanındadır. Oyal kitab evi. Orada ikinci mərtəbəyə qalxırsınız, doludur hekayə kitabları. Və ucuz, 2 manat, 2 manat 50 qəpik. Alanda da deyirsiniz ki, endirim eləyirsiniz. Çünki deməyəndə eləmirlər. O deyəndə ki, endirim eləyirsiniz, endirim eləyirlər. Götürürsə, orada yəni doludur. Heç soruşmayın. Qalxın yuxarı, ingilis dilində hekayə kitabları, nağıl kitabları. Bəzən olub göndərmişəm tələbə. Deyib, müəllim, bunu getdim, dedim, dedi, bizdə elə şey yoxdur. Estağfurullah. Özüm getmişəm, həmin tələbəni çalmışam. Deyirəm, mən soruşma. Bunlar bəzən olur ki, bilmirlər. Təzə işçilər gətirirlər, bilmirlər onu. Özün
Globusda falan yaxşıdır. Ha, Globusda indi ola bilər fərqli şey. Mən bir iki dəfə girmişəm, çox az seçim görmüşəm Globusda. Amma dediyim kimi məkan fərqli ola bilər. Sıfırdan başlamaq istəyən, yox, sıfırdan başlamaq istəyənlərə hekayə kitabı tövsiyə eləmirəm. Sıfırdan başlamaq istəyən ona görə dedim ki, bax, applicationlar yükləyin, sıfırdan başlayan üçün onlardır. Və yaxud da ki, coursebooklar. Dediyim kimi, bax, mən keçdiyim kitab Top Notch kitabıdır. Cutting Edge var, Speak Out var. Yəni, coursebook dediyim, yəni müəllimlər keçirib kurslarda dərs keçirdikləri. Yəni, oradan istənilən bir kitabı götürüb, məsələn də, getdiniz, deyirsiniz, mənə Top Notch kitabı istəyirəm. Top Notch sıfırdan başlayanlar üçün. Verdi sənə, çünki sıfırdan başlayan hələ yığır, hələ baza yığır o. O hələ hekayəyə hazır deyil. Hekayə kitablarını digər dillər üçün də tövsiyə edirsiniz. Mütləq, istənilən, hansısa dili, dediyim kimi, istənilən dilin öyrənilməsi budur. Yəni, bir dənə öyrənmə qaydası var. Inputla, active listening və repetition. Vəssalam, başqa variant yoxdur. Qrammatika, mən alman dilinə 2 aydır da məşğul oldum, sonra indi saxladım. Çünki hər dəfə deyirəm, hədəf olmayanda nəyisə öyrənmək, sən onu yarı qoyursan. Mən məsələn Almaniya gedəsi deyiləm, bir şey deyiləm. Alman dilini sadəcə özüm üçün bir beyni aktivləşdirmək üçün 2 ay məşğul oldum. Bir neçə video çəkdim, paylaşdım. Özümün nəsə Alman dilində danışırdım. Başladılar. Vüqar müəllim, siz necə Alman dilini öyrəndiniz? Falan filan. Mən nə öyrənmişəm? Elə bir neçə video paylaşmışam da. Yox, deyib, siz necə? Deyirəm ki, bəs o Alman dilinin qrammatikasını. Deyirəm, mən qrammatika falan eləməmişəm. Yəni, bilirəm, qrammatikası çətindir, ola bilər, düz deyirsiniz, olar. Amma mən qrammatika durub oxumamışam. Mən hələ ancaq Busu proqramından hələ istifadə eləmişdim. Mən inanırsınız Busu. 2 ay Busu proqramı işlədirdim. Öyrəndiklərimi dediyim kimi qeyd edirdim, yazırdım dəftərdə. AI-dan bəzən məsəl üçün hər hansı bir ifadə, feil çıxanda onun hallandırmasını hallandırırdım. Məsələn də tutaq ki, deyirəm, ich spreche Deutsch. Ich spreche Deutsch, du sprichst Deutsch. Hallandırma verirdim ki, digərlərini nə bilim. Mən, sən, o, biz, siz, onlara. Onlar da bilim ki, necə o. Heç mən baxmırdım ki, bu sonluqlar spreche-dir, o birisində spreche-dir. Heç mən fikir vermirdim onlara. Elə baxırdım, səsləndirməni eləyirdim, elə formada öyrənirdim. Sonra biraz qrammatikaya baxanda gördüm, bunlar sən demə sonluqları fərqlidir. Heç mən ona fərqinə varmırdım. Amma kurslarda ona görə çətin olur ki, öyrədirlər ki, ich spreche, qəbul eləyir feil. Sprechen məsələn feilini götürdün, sonra spreche olmalıdır. Du deyirsənsə, du sprechst olmalıdır, s-tı qəbul eləməli. Dedim, belə öyrənəndə əlbəttə çətin olardı da. Qrammatik ona görə deyirəm, beləncə öyrənmə olmaz. Öz müəllimim önerə bilərəm. Okey. Bir-birinizə deyirsiniz. Okey. Rus dili üzrə çalışırdı, ona görə rus dili üzrə yazırdı. Eynən, rus dilini məsələn qrammatikasına baxanda adam ağlayır. Ya idutu, idioş, on idiot, ana idiot, mı idiot, vı idiot, hamısının sonluqları dəyişir. Doludur. Mənə soruşdu, bəs rus dilini deyirəm, mən də elə uşaqlıqdan öyrənmişəm. Mən Azərbaycan dilini necə eləmişəm? Uşaq olanda rus uşaqlarla oynamışam, bağçaya rus bağçasına getmişəm, filmlər hamısı rus dilində baxmışam, musiqilər rus dilində dinləmişəm, oxumuşam. Yəni bu hamısı belə, mən qrammatika falan eləməmişəm. Heç bilmirdim, heç adlarını belə bilmirdim. Mən conversationlar keçəndə rus dilindən, bir dəfə mənə deyirlər ki, biz rus dilindən siz dərs deyə bilərsiniz. Yəni conversation tipli, amma ki, nəsə bir 2 aylıq proqramda da dərs deyin. Mən də belə qaldım ki, mən nə deyim, nə keçim bunlara. Nətər eləyim də, yəni conversation okey, hamı gəldi, danışdı, mövzu qoyuldu. Getdim, başladım bir kitab götürdüm, özüm başladım analiz eləməyə. Gördüm, ayda buna da datilni padyeş, iminitelni padyeş, sonluqlar ki, oyda, həmin o vaxtı 2 ay elənci keçdim də, o conversation deyil idi, 2 aylıq bir belə bir şeydir, bilmirəm nə ad verim ona, öyrənmək. Amma yəni çox adam gördüm sıxılır da o işte. Çünki belə olmurdu öyrənmək. Əzbərləməlisən sən şəkilçiləri, qoymalısan. Amma mən heç belə öyrənməmişəm. Mən bunları niyə belə öyrədirəm ki? Məsləhətli application adı deyərdiniz. Application de Busu. Mən Busu işlədirəm. Elə adam var, deyirəm Busu, deyirəm mən Busunu işləmişəm. Mənə Duolingo asan gəldi. Okey, olsun Duolingo işlə. Fərq eləmir. Mən də Duolingo işləmişəm, mənə Duolingo xoşuma gəlməyib məsələn. Hər adamda fərqlidir. Belə. Başqa nəsə suallar yoxdursa. Burada müəllim istəyirsiniz yekunlaşdıraq. Bazar günündə sizin də istirahətinizi almışıq yetərincə. Çox sağ olun, dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün. Minnətdaram sizə.
Var olasınız. Həmişə Siz də belə həmçinin öz bildiklərinizi paylaşmağa açıq olun və təşəkkür edirəm. qatılan hər kəsdə minnətdarlığımı bildirirəm. İnşallah tezliklə ekran məsələnizin də həll olması diləyilə. Çox sağ olun. Prosta gələ gedim, tənbəllik eləyirəm bəzən. Ya başqa işləri görürəm, bu qalır. Hərdən işləyir, hərdən nəsə bağlanır, nəsə o böyük ehtimal driverlərində problem var ya da bilmirəm Aha, nəsə. Onu da indi ola özüm bilər. inşallah eləyərəm. Oldu, gecəniz xeyrə Heç qalsın. olmaz, canınız sağ Allah'la da olsun. gələn Gecəniz görüşlərə. xeyrə qalsın. Sizin Sağ də olun. Bye sağ bye, olun, sağ sağ olun, olun. sağ olun. Sağ olun.